Aha, inşallah ki başlayaq. Bir daha salam, hər vaxtınız xeyir olsun. Mən Röya Cəfərzadə, bugünkü təlimimizin moderatoru. Bugünkü təlimimiz Usport Akademi MMC və Adventure Deventures Akademi MMC-nin ortaq əməkdaşlığı ilə möhtəşəm bir təlimi təqdim edirik sizə. Təlimimizin mövzusu müəllimin psixoloji yanaşmasının dərs prosesinə təsiridir. Təlimçimiz müəllimin təlimçimiz Ülviyə Hüseynli, pedaqoq, beynəlxalq təlimçidir. Xoş gəlmisiniz siz. Buyurun, söz sizdədir. Axşamınız xeyir, çox sağ olun. Səsim gəlir? Bəli, gəlir. Dəvət üçün təşəkkür edirəm. Hər kəsi salamlayıram. Öncədən üzr istəyirəm. Səsim biraz batıb. İnşallah sizi yormaram. Maraqlı təlim keçər. Hər zaman qeyd etdiyim kimi aktiv olsanız təlim də maraqlı keçəcək. Maksimum sinif sualları sevə-sevə vaxtında cavablandıraram. Vaxt itirmədən başlayaq. Deməli, bugün seçdiyimiz mövzu müəllimin öz psixoloji yanaşmasıdır. Nəyə görə psixoloji yanaşması? Çünki müasir təhsil sistemi alfa nəslin şagirdlərini nəzərə alaraq akademik bilikdən çox şagirdləri emosional yanaşma, empatiya qurma, onların hiss və davranışlarını önə çıxartmaq üçün atılmış bir sistemdir. Axşamınız xeyir Şəbnəm xanım. Axşamınız xeyir Hədiyə xanım. Tanış adları görmək çox xoşdur. Empatiya qurmaq dedikdə onu vurğulayaq ki, qarşımızdakı insanlara yazığımız gəlmədən ancaq onların düşüncələrini, hisslərini anlamağımızdır. Əsas bizim bu hissəyə keçid almağımıza, vüsət etməyimizdə səbəb hal-hazırda inklüziv təhsil sisteminə keçid dönəmimizdir. Yəni son illər inklüziv təhsil deyirik, deyə bunun üzərinə gedirik. Ancaq təsvir olsun ki, bəzi məqamlarda biz bunu tam nə dərsliklərdə görmürük, nə də siniflərdə, formalaşmış inklüziv təhsil siniflərində biz bunları görmürük. Düzdür, sözdə deyirik, əməldə isə çox təsvir olsun ki, az bir qism müəllimlər bunu yerinə yetirirlər. Müəllimləri qınamırıq, çünki bu sahədə bilgili müəllimlərimiz azdır və təlimlərə qatılıb bunları öyrənmək istəyən can atan müəllimlər nə gözəl ki var. Ancaq axşamınız xeyir, çox şadam, tanış adlar, tanış simalar görməyə çat bölməsinə aktiv olsanız sevinirəm, baxacağım. Nəyə görə burada müəllimlər bir qismini bu haşiyədən çıxmaq istəyirəm? Çünki müəllimlərə dəstəkçi müəllim verilmədiyi zaman müəllimin özünün psixoloji vəziyyəti tam sağlam olmayanda, müəllimin özünün kədər, qüssə, qəm içində olanda, əlavə ailə qayğısı düşünəndə istər-istəməz müəllim bunu şagirdə yansıdır. İlk növbədə müəllimin özü psixoloji cəhətdən sağlam olmalıdır. İkinci bir növbə, dırnaqarası qeyd etmək istədiyim məqamlardan biri odur ki, hər yüksək bal yığan müəllim, hər dəfə qeyd edirəm, yüksək standartlara cavab verən və ya psixoloji cəhətdən tam sağlam və yaxud da sinifi idarə etmə sisteminə malik müəllim demək deyil. İlk olaraq daha doğrusu, müəllimin özün psixoloji cəhətdən tam sağlam olmalıdır. Şagirdə yazığı gəlmədən empatiya qurmağı bacarmalıdır. Daha sonra müəllim dinləmə qabiliyyəti yüksək olmalıdır. Çünki indiki nəslin şagirdləri ünsiyyətsizlikdən əziyyət çəkir. Müasir kurikulum bizdən istədiyi ilk etaplardan biri ünsiyyətdir. Çünki oxuyub anlama, dinləyib anlama bacarıqlarını biz həyata keçiririksə, biz ilk olaraq uşaqların ünsiyyət bacarıqlarını formalaşdırmalıyıq. Son həftə ərzində bir çox məktəb, lise, gimnaziyalara müəyyən kitablar göndərilib, yəni siyahı daha doğrusu göndərilib. Tutalım 4-cü siniflərdə bir yerli ədəbiyyat Cəlil Məmmədquluzadənin Saqqallı uşaq əsəri, digəri xarici yazardır. Hər yuxarı sinif etap, yəni 2 kitab adı göndərilib. Bu nədir? Birinci yarım ildə bir kitab oxunub müzakirə olunacaq, ikinci yarım ildə bir kitab. Bu nəyə görədir? Sinifdə şagirdləri artıq mütaliə cəlb etməkdir. İllər əvvəl sinifdən xarici oxu var idi və müəllimlər də uşaqlardan bu üzrə işləyirdilər. Artıq müəllimin özünün psixoloji yanaşması, şagirdlərlə təhlil zamanı ortaya çıxırdı. Bu nağıl terapiyasının bir növü kimidir. Müəllim özünü psixoloji cəhətdən mövzuya necə baxırsa, şagirdlər də o cür yönləndirir. Amma gəlin indi görək, alfa nəsli şagirdlərini hər müəllim istədiyi kimi yönləndirə bilirmi? Xeyr. Alfa nəslindən sonra gələcək beta nəsli. Biz bu nəsli yetişdirdiyimiz hal-hazırdakı nəsli və 90-cı illərin nəslindən üst-üstə qoyulanda təbəqə cəhətdən
fərq var. Bizim 80-ci illərin, 70-ci illərin ətrafında dağla deyir təpə qədər yəni fərq var. Və artıq çaxnaşma, qarşıdurma yaranır. Müəllimlər dərsə girdiyi halda səs salan, davranış pozuntusu edən, inklüziv təhsilə cəlb olunan şagird varsa və yaxud da forma 27-də sağlam yazılıb, ancaq uşaqda bir sıra yönləndirdiyimiz halda, yəni təhsilə yönləndirdiyimiz halda akademik bilik vermək istədiyimiz halda ancaq emosional zəkası və ya əqli geriliyi aşağı, orta səviyyədən aşağı olan şagird varsa, bizdən əvvəlki nəsillərin müəllimləri istərsiniz artıq dərs deməkdə çətinlik çəkir. Biz artıq bunları qınamaq məqsədilə demirik. Sadəcə olaraq qeyd etmək istədiyimiz məqam odur ki, hal-hazırda uşaqlarla işləyən müəllimlərin psixoloji cəhətdən özünü o qədər sağlam və gümrah hiss etməlidir, həm fiziki cəhətdən, həm psixoloji cəhətdən o şagirdlərin qarşısına tab gətirə bilər. Çünki ya həddindən artıq hiperaktivdirlər və yaxud da selektiv mutizm var və yaxud da ki, yerdən bilmədi uşaq əl qaldırıb danışar və yaxud yanındakı yoldaşına maneçilik törədər və yaxud tamamilə susar. Neçə dəfə biz ona sual versək belə, o uşaq çönüb bizə cavab vermir və bu zaman artıq müəllimin səbir kasası daşır. Məktəblərdə psixoloqların vəziyyəti hər təlimdə qeyd olunur və təlim olmasa belə hər hansı bir görüşlərdə müəllimlərdən gələn ən çox şikayət odur ki, psixoloqların adları var, özləri yoxdur, bizə dəstək olmurlar və yaxud da ki, şagirdə ancaq test işlətməklə məşğuldurlar. Hər hansı bir testdən biz uşağın probleminin cüzi bir hissəsini bilmiş oluruq. Amma uşaqdan anamnez toplamamış, o uşaq haqqında ətraflı məlumat almamış, ailə dəyərləri, ailə mentalları, natamam, tam ailə və s. və ilaxır alt təbəqədə yatan bütün problemlər ortada çıxardıb ağartmamış valideynlərlə ünsiyyətə keçməmiş, biz o uşağı qabağa apara bilmərik. İlk olaraq onu qeyd edək ki, alfa nəsli deyirik düzdür. Ancaq gəlin nəzərə alaq ki, bu uşaqlar da özləri bilmədən, istəmədən bu hərəkətləri təkrarlayırlar, edirlər. Və keçən təlimlərin birində də qeyd elədik ki, həddindən artıq yüksək bal yığan müəllimlərimiz var. Çox təəssüf olsun ki, sinifdə uşaqlar hiperaktiv olduğu zaman və yaxud da ki, forma 27-də sağlam yazıb, ancaq inklüziv təhsilə cəlb olunacaq şagird olduğu halda normal sinifdə təhsil alırsa, müəllim o uşaqla işləməkdə əziyyət çəkir. Artıq səbir kasası dolur, uşaqları sinifdən çıxartmağa belə deyək də yol verirlər. Hər dəfə qeyd edirik, düzdür ki, uşağı dərsdən çıxartmayın. Bu bizim qanunla ziddir. Biz bunu edə bilmərik. Nəyə görə? Çünki biz 45 dəqiqənin, necə deyərlər, ağasıyıq. 45 dəqiqə ərzində hər hansı bir negativ hadisə baş verirsə, bu bizim qeyri-peşəkarlığımızı göstərir. Və hal-hazırda deyə bilmərəm də bu günlər. Yəni bir neçə ay əvvəl eşitdiyim bir hadisələrdən biri o idi ki, case qeyd edim ki, dərsdən çıxardan şagirdin biri ikinci mərtəbədən özünü atmışdı. Biz uşaqda günah görmürük. Artıq burada günah bizim müəllimlərin üzərinə düşür. Biz şuurlu şəkildə sertifikasiyadan keçmiş, psixoloji necə deyərlər, müzakirədən keçmiş insanlarıq, bilirik ki, bu yol verilməz bir haldır. Uşaq bilmədən belə pəncərəyə yaxınlaşa bilər, başı fırlana bilər və yaxud da ki, bəzi məktəblərdə təsvir olsun ki, elektron siqaret uşaqlar alt paltarlarında keçirə bilir. Biz hər zaman qeyd edirəm ki, uşaqların üst paltarlarını yoxlaya bilərik, ciblərini yoxlaya bilərik, amma altdan geyindiyi paltarları ixtiyarımız yoxdur təbii ki, əl vurmağa. Ona görə də uşaqlar indikilər daha çox bilmişlər, manipulyasiya etməyi yüksək bacarırlar, çox yaxşı bacarırlar. Ona görə artıq problemlər ortaya çıxır. Və bu zaman artıq belə qeyd edək ki, müəllim özü çaşbaş qalır ki, nə desin və yaxud da necə etsin. Çünki müəllim şagirdə biraz da daha çox üzərinə gedib baskı etdiyi halda müəllim günahkar qalır. Şagird rahat bir şəkildə müəllimə cavab qaytarır ki, siz mənə qarşı psixoloji şiddət uyğuluyursunuz və s. və ilaxır. Və valideynlər əksər hallarda övladlarına inanmağı seçirlər və müəllim nüfuzu düşdüyü bir dönəmdə müəllim artıq söz sahibi ola bilmir və yaxud da ki, fikrini belə qorxa-qorxa ifadə edir. Hər zaman qeyd edirəm, bugün də qeyd etmək istəyirəm ki, bizim müəllimlərin özlərinin sağlam psixologiyada olmaqları üçün ilk olaraq müəllimlərin özlərinin nüfuzu geri qayıtmalıdır. Müəllim nüfuzu bərpa olunduğu halda, müəllim özünün nüfuzu bir şəxsiyyət hesab etdiyi halda, sınmadan, qırılmadan, boynu bükük olmadan və yaxud da ki,
özünü dəyərli bir şəxs hesab etdikdə, cəmiyyətə nə qədər dəyərli bir şəxs hesab etdikdə, daha doğrusu söz haqqı tam bərqərar olar və uşaqlara da yanaşması insani cəhətdən öz faydasını verəcək, yəni şəxsiyyət yönümlü olar. Çünki biz şəxsiyyət yönümlü deyirik, alfa nəsli deyirik, empatiya deyirik, akademik bilik qədər uşaqlara insan kimi yanaşmağımız deyilir, amma yenə də hər şey sonunda gəlir akademik biliyin daha çox önə çəkildiyi nöqtədə dayanır ki, yəni biz desək də, danışsaq da hər bir müəllim dərs boyu, məsələn, ibtidai siniflərdə problem nədədir? Hər gün ən az 2 saat müəllimlərimiz riyaziyyat dərsi keçir. Bu qədər riyaziyyat dərsi keçsək də yenə bir lütfüzadə yetişdirə bilmirik. Yuxarı sinif müəllimlərin problemləri başqadır. Şagirdlər dərsə qulaq asmaq istəmirlər, davamiyyət aşağıdır. Müəllimlərə cavab qaytarırlar və s. və ilaxır. Yəni hər təbəqənin, yəni hər sinif təbəqədə müəllimlərin şikayət edəcəyi məqam var. Bura qədər sualı olan varmı, yoxsa davam edim? Sualı olan varsa buyursun. Bəzi psixoloq praktik bacarıqlara malikdir və təşəbbüs göstərmirlər. Hər bir sahədə bilik öz yerində, yəni nəzəri bilik öz yerində. Amma bizi müəllim edəndə, psixoloq edəndə həkimlərin niyə təhsil müddəti uzundur? Çünki onlar təcrübə keçə-keçə o sahəyə gəlirlər. Yəni bütün sahənin peşəkarı olması üçün insanın müəyyən bir müddəti var ki, təcrübə yığmalıdır. Təcrübə danışır hər bir zaman. Yəni nəzəriyyəni əzbər öyrənə bilər, nəzəriyyəni üzdən oxuya bilər, nəzəriyyəni əzbər gedib hardasa danışa bilər. Amma həyata keçirdiyimiz, qarşılaşdığımız problemlər hansıdır ki, biz ondan nəticə çıxartmışıq və başqalarına da məsləhət görürük. Müəllimin nüfuzunun zəifləməsi səbəbi ailədə valideyn uşaq yanında müəllim pislər təhqir edir. Bəli, ona görə də hər dəfə qeyd edirəm ki, bizim çox böyük müəllim ordumuz var. Biz özümüzü artıq bu cəmiyyətə o səbkidə təqdim etməliyik ki, bizim qarşımızda oturanlar bizim nüfuzumuzu, bizim səs tonumuzu, bizim baxışımızı, geyim, saç düzümü, hər bir şeyi dərk etsinlər ki, qarşısındakı müəllimdir. Yoxsa ki, dünən sosial şəbəkələrdə rastıma çıxan və bir çox insanın mənə göndərdiyi bir videorolik deməyim də qısa bir xəbər başlığı var idi. Aparıcılarımızdan biri müəllimlər haqqında yəni xoş olmayan bir fikir səsləndirmişdi. Düz, mən sosial şəbəkəmdə mən də qısa bir qeyd etdim. Hər bir sahədə yalnız müəllimdirmi dərsdən sonra hazırlıq keçən? Xeyr, təbii ki. O fikri səsləndirən şəxsin özü belə aktrisalıq edir, toylara gedirlər, aparıcılıq edirlər. Biz onlara bir söz deyirik kimi yox. Demək haqqımız varmı? Biz elit təbəqəyi düşünürük ki, yox, o onun şəxsi həyatıdır, işidir. Biz peşəkar insanlarıq, başqasının şəxsi zonasına daxil olmuruq. Ancaq çox təəssüflər olsun ki, bizdə bəzi, hər peşədə təbii ki, xoşa gələn məqamlar da var, xoşa gəlməyən məqamlar da var, peşəkar da var, qeyri-peşəkar da var. Amma nəyə görə ölkədə bu qədər nazir olduğu halda yalnız bizim nazir danışır? Bu qədər müəllim, yəni peşə sahibləri olduğu halda niyə hər gün müəllimlər göz öndədir? Niyə biz cəmiyyətə yem olaraq atılmışıq? Məgər biz bu qədərimiz zəifik? Yox. Ailələri formalaşdıran bizlərik. Biz qarşımıza valideyni çağırırıq bir dəfə, 2 dəfə və valideyn yavaş-yavaş dərk edir ki, qarşısında əyləşən adi şəxs deyil, müəllimdir. Siz elə bilməyin ki, məsələn, şəxsən mənim sinifimdə hər şey əladır, mənim sinifimdə hər şey güllükdür, ustanlıqdır və yaxud şagirdlərim hamısı əladır. Xeyr, məndə də orta oxuyan uşaq var, zəif uşaq var. Zəif oxuyan uşağın nəticəsini qeyd etdiyim halda bəzən valideyn düşünürdü ki, yox, Ülviyə müəllimə bəlkə nəyəsə görə insan da təbii ki, hər kəsin öz fikri var, hörmətlə yanaşırıq. Ülviyə müəllim bəlkə nəyəsə görəsə mənim uşağıma az bal verdi və yaxud balını kəsdi. Təbii ki, bal kəsmirik. KSG nə yazılsa odur. Uzun bir müddət keçmirdi. Heç 5-6 aydan sonra belə uşaq mənim dediyimi valideynə təsdiq edir əməlləri ilə və valideyn artıq o zaman özü belə deyək də etiraf edir ki, müəllim mən bacarmadım. Sizdən çox xahiş edirəm. Döyün, öldürün, canını alın və s. və axır bu nəticə versin. Təbii ki, biz döyüb öldürmürük, amma hər dəfə qeyd edirik ki, hörmətli valideynlər, bizim tələbimiz yalnız və yalnız bizim verdiyimiz qaydaları, hansı ki, dərs saytları, prosedurlar var ki, şagird ona əməl etsin ki, sonda nəticə yaxşı olsun.
siz bir uşağın fikrini çəkirsinizsə, biz sinifdə 25, 30, 40 uşağın fikrini çəkirik ki, nəticəsi sonda yaxşı olsun. Hər bir sinifin monitorinq nəticəsi və yaxud da ki, KSG, BSG nəticəsi var ki, təbii ki, orada konfidensiallıq pozulur, əslində müzakirəyə səbəb olunur. Amma müəllim etik davranış qaydalarından biri də konfidensiallıqdır. Niyə hər kəsə gələndə konfidensiallıq olur? Müəllimlər arasında amma qeyri-sağlam rəqabətə səbəb olur bu konfidensiallıq olmadığı təqdirdə. Sualları tezcə cavablandırım ki, vaxt getməsin. Valideynlər uşaqların səhvini ört-basdır edir, etməyə çalışır, müəllimi günahlandırır, səhv oradadır. Artıq o zaman müəllimin özünü psixoloji cəhətdən özünü yararsız və hər zaman təhqirə layiq bəndə hiss edir və söz haqqı olmadığına görə hər dəfə də söz eşitməsin deyənə müəllim artıq susqunlaşır. Susqunlaşan müəllim özü susqundursa, necə diribaş cəmiyyət yetişdirəcək? Susqunlaşan müəllimin özünün söz haqqı yoxdursa, hansı söz haqqına sahib insanlar yetişdirəcək ki, bu dövləti, bu cəmiyyəti gələcəkdə müdafiə edə bilsin. Müəllim tərbiyədən daha çox uşağa təsir verməlidir. Hər bir uşaq tərbiyəni valideyndən almalıdır. Əla, bu fikirdən razıyam. İndi gəlin bir nüansa qayıdaq. Məgər indiki ailələrin, ailə fərdləri, hər biri səhərdən günortaya və ya günortadan axşama qədər uşaqla məşğul ola bilmir? Ola bilmir. Bağça müəllimləri aramızda varsa, baxın, görün, o bağçalarda bağçaya yönləndirilən uşaqların əksəriyyəti 3 yaşındandır, yoxsa daha az yaşdadır. İnanın, əksəriyyəti uşaqların 3 yaşı olmamış, 6 aylıq, 1 yaşlı uşaqlar var. Bu halda valideyn uşağa hansı tərbiyəni verəcək? Ona görə də, yəni, tərbiyə yenə qalır biz müəllimlərin üzərində. Yəni, valideynin özünün uşağa ayıracağı vaxtı yoxdur. Müəllim psixoloji yanaşması nədir? 1. Emosional təhlükəsizlik və güvən. Sinifdə hər zaman müəllim emosional təhlükəsizlik yaratmalıdır. Şagird sual verə bilsin. Özünü dəyərli şəxs hesab etsin və qarşındakı insana güvənsin. İkinci, motivasiya və maraq. Hansı ki, hər dəfə biz kurikulum bəhsini keçəndə qeyd edirik ki, motivasiya olmalıdır. Motivasiya yalnız sözdə deyil, əməldə, baxışda, üslubda, sinifdə bütün uşaqların bir-birinə dəstəyində olmalıdır. Fərqli nəzərlər alınmaz. Yəni, hər uşağın özünün psixoloji yanaşma tərzinə uyğun addım atmalı. Uşaq var ürkəkdir, uşaq var diribaşlı, uşaq var çəkingən, qorxaq, sözü deməyi bacarmayan və yaxud uşaq var ki, inklüziv davranış sərgilir. Bu zaman artıq müəllim inklüziv dəyərlərə yönəlir. Yəni, hər kəsi üçün individual təlim olmasa belə, hər kəsin o dilini tutub, buna uyğun bacarıb, yəni dərsi ondan soruşmaq, lövhəyə çıxartmaq, yoldaşları içində onunla necə rəftar etməyi bir yol xəritəsi kimi çizməlidir. Daha sonra davranışların idarə olunması, hansı ki, cəza mərkəzi olmalı deyil. Yəni, uşaq hər hansı bir davranış sərgiləyirsə, biz baxmalıyıq ki, bu uşaq bunu nəyə görə edir? Psixoloji problemi varmı? Ailədə hər axşam deməyəlim, heç olmasa arada bir o ailədə gərginlik yaşanıbmı bu uşaq bugün bu davranışı sərgilir? Bacı qardaş arasında, sinif yoldaşlar arasında bullyingə məruz qalınmı və yaxud da ki, məktəbi ona cəza olaraq mı təqdim ediblər? Biz artıq burada yola çıxaraq bu uşağın davranışda nəyə görə, qeyri-etik deməyəlim də, tərbiyəsiz də deməyəlim, davranış pozuntusuna yol verdiyini aşkarlamalıyıq. Daha sonra bizim akademik nəticələr. Psixoloji baxımdan dəstəklənən siniflərdə hansında ki, diqqət, yoldaş və iştirak yüksəlir. Bu üçbucaq, məsələn, təhsildə valideyn, müəllim, şagird üçbucağıdırsa, akademik birlikdə də bilirik ki, diqqət, yoldaşların arası münasibət, daha sonra yaddaş, anlama, qavrama, bulun taksonomiyası dediyimiz və şagirdin əməkdaşlıq, qrup işi, cütlərlə, yəni akademik bilikləri algılayandan sonra, dərk edəndən sonra, anlama yüksələndən sonra ifadə edici dil, akademik biliyi nə qədər bu yüksək səviyyədə qavradı, dərsə iştiraka yönəlməsi vacibdir. Hansı ki, şagird öyrənməyə qarşı məsuliyyət hiss eləyirmi? Şagird öyrənməyə marağı varmı? Mənim danışdığım ifadə edici dilmi şagird anlayıb mənə alıcı dillə qaytarırmı? Ona görə effektiv psixoloji yanaşmada daha sonra bizim empatiyadan əvvəldə qeyd eləmişdim. İkinci effektiv psixoloji yanaşmada əsas bizim aktiv dinləməmizdir. Hər zaman uşaqlara qeyd edirəm ki, bizim 2 qulağımız, 1 ağzımız var ki, daha çox dinləyib az danışaq.
sual verdiyi təqdirdə bəli, şagird danışıb fikrini ifadə etməlidir. Ancaq yerli yersiz danışdığı halda bu artıq uşaq üçün adiləşəcək. Müəllim də sözünü kəsəcək, sinif yoldaşları da sözünü kəsəcək. Və ən əsası müsbət dil. Etiketləyici dildən istifadə etməyə icazə vermirik. Heç kimi özümüzdə istifadə etmirik. Stigmalamaya yol vermirik. Ancaq inkişaf yönümlü sözlərdən danışırıq. Uşağın səhvini birbaşa demirik. Onu düzəltmək üçün hansı yollardan istifadə olunan cümlələr varsa və yaxud da ki, yaxşı tərəfinə uyğun danışıb, pis tərəfdə olan nöqsanları yumuşaq səviyyədə ona çatdırır ki, gələn dəfə bunu belə etməsən daha yaxşı olar. Keçən dəfə bunu etmişsin, nə gözəl idi. Qısa bir xronologiyadan keçirəm. Aydın sərhədlər qoymağı hər dəfə qeyd edirəm. Bu sinifdə davranış qaydaları, şagirdlərin bir-birinə qarşı kobud rəftar etməmələri. Çünki siniflərin əksəriyyətində hal-hazırda gözə eynəkli olan çox uşaqlar var və bellərində əyilmə olan uşaqlar da var. Partada əyləşəndə belə boy cəhətdən az belə deyək də cılız uşaqlarımız da var. Az uşaqlarımız var ki, hündür boyludular və uşaqlar arasında bir-birlərini bullyingə məruz qoyma halları çoxalıb. Uşaqlar düzdür, bunun bullying olduğunu bilmirlər. Amma biz artıq bilirik ki, bu nədir. Ona görə də bir çox şey müəllimin üzərinə yük kimi düşə bilər, görünə bilər. Ancaq professionallaşandan sonra bu yük olmayacaq. Yazı yazsaq belə gözümüz sinifdə olacaq. Lövhədə işləsək belə fikrimiz sinifdə olacaq. Biz bu halları qarşısına ala bilərik daha doğrusu. Aydın sərhədlər də əvvəldən uşaqlardan özümüz, o sərhədlər hansılar ki, lazım deyil bu sinifdə olunması və yaxud da ki, dəhliz, məktəb, lisey, universitet fərqi yoxdur. Təhsil müəssisəsi nələr qadağandır, biz onları uşaqlarla bir yerdə aşkarlayırıq, onların özlərinə bir-bir analiz edib deyirik, başa salırıq və lazım gəlsə, bəli, bu artıq həftədə bir dəfə də icra olunmalıdır, həftədə 3 dəfə də ta o günə qədər ki, o uşaqların hər biri bunu normal şəkildə qəbul edəcək. %100 olmasa belə %80 bir nəticəyə çıxa bilmək üçün. Daha sonra ən çox verilən suallardan biri müəllim psixoloji yanaşmasında, sinifin idarə olunmasında ev tapşırıqlarının yüklü olmasıdır. Çünki bəzən valideynlər şikayət edir ki, müəllim sanki nədənsə əsəbidir, əsəbini bizim uşaqlardan çıxır, uşaqları ev tapşırığından yüklüyür. Biz etiraf edək ki, kurikulumda, müasir təhsil sistemində ev tapşırığına uşaqları yükləməyimiz doğru deyil. Ancaq bəzi biz istəsək də, istəməsək də, yəni biz hər sinifi gedib yoxlaya bilmirik, kimin nə iş gördüyünü bilə bilmirik. Ona görə valideynlərin dediklərinə yola çıxırıq ki, uşaq evdə əlavə məşğuliyyətə vaxt tapmır, şahmat, üzgüçülük, hər hansı bir dərnəyə vaxt tapmır. Sanki müəllim nəyisə əsəbi uşağı ev tapşırığına yüklüyür. Görürsünüz, burada yenə təni altına düşən müəllimdir. Ona görə əgər çox tapşırıq veriləcəksə, bunun da əvvəlcədən ya valideynlərə, ya şagirdlərə qeyd etmək lazımdır. Tutalım, monitoring gəlir qarşıdan, biz çox işləməliyik ki, nəticə yaxşı olsun. Amma hər gün eyni səvkidə 3 səhifə namazı, 2 səhifə çınar, 1 səhifə damla, 2 səhifə izə, nə bilmə, bu cür o qədər səviyyəli say cəhətdən üstün səviyyəli uşaqlar üçün nəzərdə tutulmuş tapşırıqlar bütün sinifə eyni anda verilir və bu zaman sinifində səviyyəsi aşağı düşür, maraq dairəsi ölür, motivasiya da olmur. Uşaqlar artıq, müəllim də təbii ki, tapşırıq yerinə yetirməyəndə şagirdi tənqid edəcək və yaxud cəza verəcək və bu zaman artıq sinifdə çaxnaşma baş verir. Ki, təəssüflər olsun ki, hal-hazırda cəmiyyət olaraq müəllim, valideyn qarşı durması sanki yaranıb, halbuki elə deyil, çox yaxşı valideynlərimiz də var. Dərs dediyimiz şagirdlərin valideyni nəzərdə tutur təbii ki. Amma görsənən məqam odur ki, sanki müəllim özü bilə-bilə uşağı ev tapşırığına yükləyir ki, müəllimin yanına hazırlığa gəlsin. Baxın, yenə bu zaman artıq müəllimin üzərinə yük düşür. Ona görə balansı mütləq şəkildə qorumalıyıq. Bu sualı verən kim idisə, maksimum hər tərəfi cavablandırdım Firuzə xanım üçün. Əgər geriyə qaranlıq qalan bir məqam varsa, yenə cavablandırım. Zəhmət olmasa fikrinizi bildirin. Mənim fikrimcə özünə hörmət edən müəllimin nüfuzunu heç kim aşağı sala bilməz. Müəllimlər barədə bildirən iradələrə əksəriyyəti razılaşıram. Çünki həmin məqama heç biriniz praktikamızı tətbiq etmirəm, düzdür. Çox sağ olun. Müəllim hansı şagirdin hədiyyə götürsün, deməli razılaşır ki, onun haqqında danışsın. Çox təəssüflər olsun ki, baxın belə deyim də, bir dəstə gül və yaxud da kiçik bir hədiyyə müəllim üçün
provokasiya olunmuş şəkildə həyata sanki sunulmuş bir şey kimi təqdim olur. Halbuki tutalım kimsə övladı dünyaya gəlir, müəyyən paket məbləği var ki, onu ginekoloqa ailə verir. Düzdür? Yəni 1200, 1500 fərqi yoxdur. Hər nə qədər də halal xoşlar olsun. Uşaq xəstəxanadan çıxdığı təqdirdə yenə həmin həkim üçün çox gözəl gül dəstəsi, hədiyyələr gəlir. Görürsünüz, bu normal şəkildə qəbul olunur, sevincidir. Övladı dünyaya gətirən həkimdir. Amma həkim qədər daha məsuliyyətli bir işi formalaşdıran, yetişdirən insanı, yəni müəllimdir. Təsəvvürün biri var, xəstə təfəkkürlü cəmiyyət yetişdirəsən. Hər zaman qeyd edirəm, üzr istəyirəm. Hər zaman qeyd edirəm, müəllimlər istəsə şagirdləri yıxa da bilərlər, möhkəm, dimdik ayaqda saxlaya da bilərlər. Çünki müəllimdən çox şey asılıdır. Güclü müəllimin sinifi güclü olur. Nəzakətli müəllimin sinifi nəzakətli olur. Qışqır bağıran müəllimin sinifi qışqır bağır salan uşaqlar olur. Yəni hər sinifin şagirdləri %80, %90 öz müəlliminə oxşayır. Ona görə müəllimdən çox şey asılıdır. İndi gəlin bu qədər dəyərli bir cəmiyyətin üzvlərini bu qədər xırda bir şeylə gətirib yaralamaq, vurmaq nə qədər doğru? Təbii ki, doğru deyil. Amma ən yaxşısı artıq bütün bunlar hər dəfə çəkilir, sosial şəbəkədə hallandırılır. Ən yaxşısı bunun qarşısını almaq üçün heç kimdən içinə götürməmək. Yəni bir dəstə gül okey, amma kiçik bir hədiyyə böyük bir problemə səbəb olursa, qadağasını əvvəldən qoymaq daha yaxşıdır. Mənim qardaşım oğlu 2-ci sinifdə oxuyur, amma məktəbə qədər səviyyəsində belə deyil. Öz müəllimi də yanına hazırlığa gedir. Ondan əlavə də başqa yerdə hazırlığa gedir, amma heç nə öyrənilmir. Sanki səbəbi nə bilmir, sanki səbəbi nə ola bilər? Oxumaqda heç həvəsi yoxdur. Uşaqda diskalkuliya, disleksiya yoxlatmısınızmı? Əqli gerili, IQ səviyyəsi əmsalı nə qədərdir? Məktəbə getmək o demək deyil ki, hər şey öyrənəcək. Uşağın psixoloqla görüşü olubmu, psixoloq psixiatra yönəldibmi? Hansı belə deyək də IQ əmsalı ortalama hesablanıb çıxarılıb. Yəni bunlar var. Əgər bu qədər bir şeydən sonra nəticə alınmırsa, IQ əmsalı ortaya çıxardılmalıdır. Yaxşı psixoloqlar var ki, onları hesablayır. Heç oxumağa həvəsi yoxdur. Çox təəssüflər olsun ki, ildən bu problem böyüyür. Mən məktəbə qədər təhsil ixtisası üzrə təhsil alıram. Bəzi müəssisələrdə işləmişəm. 50% 2 yaş 2 yaşdan az idi. 2 yaş 2 yaşdan azdır. Bəli, bayaqki məsələyə fikir bildirmişsiniz. Nərmin Şükürova, minnətdarım. Bəli, indi ona görə qeyd edirəm ki, 2 yaş 2 yaşdan azdır bağçaya gələn uşaqlar. Valideynlərin əksəriyyəti özünüz bilirsiniz, mən də bilirəm. Yəni ki, maddi vəziyyət üçün hər biri işləyir və uzun müddət analıq məzuniyyətə çıxmaq da bu dəqiqə bir çox ailələri sərf etmədiyinə görə özəl bağçalarda 6 aylıq uşaqlar dayələrin əlində qucaq-qucaq gəzir. Hansı tərbiyədən danışa bilərik? Yenə yük düşür müəllimlərin üzərinə. Valideynlər hər şeyi bəzən müəllimdən gözləməsindən irəli gəlir. Bəzi valideynlər bu düşüncədə var ki, uşaq nə qədər tərbiyəsi olsa məktəb düzəldəcək. O bizim yaralı yerimizdir. Gənc yaşına çatanda yetkinlərə deyirlər ailə qur düzələcək və yaxud da ki, ərə get düzələcək, daha sonraki məktəbə uşaq get düzələcək və yaxud əskərliyə getsin düzələcək. Bu olan bir şey deyil. Hər şey bu düzələcəklə olsun da cəmiyyətdə çoxdan bir çox şeylər həll etmiş olardıq. Hal-hazırki dönəmdə çox güclü psixoloqlar, psixiatrlar lazımdır çox uşaqlarla işləməyə. Bu qorxulu bir hal deyil. O uşaqları cəmiyyətə qazandırmağımız üçün lazımdır. Uğurlu dərs prosesi müəllim psixoloji yanaşması nə üçün şərtdir? Müəllim psixoloji yanaşması nə üçün şərtdir? Çox gözəl sualdır Firuzə Qədimova. Qeyd edim ki, əgər müəllimin özü əsəbidirsə, dərsə, əsəbi halda girdiyi təqdirdə uşaqlar qorxacaq. Əgər uşaq səhv edibsə və yaxud da ki, müəllimin izahını başa düşməyibsə, o müəllimə bir daha qayıdıb sual verə bilməyəcək. Uşaq anlamayıb 1, qorxub 2, əl qaldırıb sual verə bilmir 3. Çünki müəllim gərgindir, əsəbidir. Amma müəllim gülər üzlüdürsə, bu gülər üzlük, yəni daha çox səmimiyyətə yol verilmiş yox. Uşaqlarla səmimi oluruq, amma müəllim zəhmi dediyimiz nüans var ki, rol model olaraq biz onu uşağa göstərməliyik. Uşaq burada müəyyən nöqtədə dayanmalıdır ki, qarşısındakı müəllimdir. Həddi aşmadan mehribançılığın öz həddi var. Uşaq sual verməyə, yəni artıq tələbatı varsa, başa düşməyibsə, səmimi ortam varsa uşaq sual verəcək. Anidən uşaqların beyninə hal-hazırda dərsə aid olmayan sual da gəlir. O bunu sual vermək istəyirsə, biz artıq, yəni
cəmiyyət məsələsini həll etmirik təbii ki dərsdə. Bir başqa dərsə aid sual və ya dünənin dərsindən bir sual və ya kitabı vərəqləyib, nəysə oradan bir şey yadında qalıb, bunun bizə sual vermək istəyirsə, biz buna şərait yaratmalıyıq. Münbit torpaq necədirsə, münbit sinif də o cürdür. Əgər qadağalarla, hədələrlə, sən uşaqsan, otur və yaxud da ki, bunu 10 dəfə sənə başa salırdım, hara qulaq asmısan, niyə dünən dərsdə fikrin yox idi, kimlə danışırdın və s. və ilaxır. Bu cür tənqidi sözlər nə qədər çox işlədiriksə, o uşaq bizə bir də qayıdıb sual verməyəcək. Ona görə də müəllimin özünün psixoloji yanaşması və sinifin müsbət atmosferdə olması üçün bu şərtdir. Firuzə xanım, çox sağ olun aktivliyinizə görə, suallar qəşəng gəlir. Uşaq evdə nə görsə çöldə də onu edir, hər şey ailədən asılıdır. Amma indi inandırım sizi ki, bir çox ailələrdə danışılmayan sözlər uşaqların dilindədir. Çini çaydan Çini mahnısını bir çox ailələr qulaq asmırdı. Amma rəsmən keçən il öz sinifimdə uşaqların hamısı o mahnını əzbər bilirdi. Və mən bunu çəkəndə, belə deyim də, 10 dəqiqəlik böyük tənəffüs fasiləsində ən azı paylaşandan sonra 15-20 valideyn bir dəfə yazdı ki, Gülbən müəllimə, biz o mahnını nə evdə dinləndirmiş uşaqlara, nə maşında atası o mahnını qoymur. Bu uşaq bunu hardan bilir? İndi gəlin soruşa, bu uşaqlar hardan bilir? Mən də bilirəm o valideynlərin heç evdə vaxtı yoxdur, mahnıya qulaq asma, demirəm mahnı pis və yaxud nəsə mahnı müzakirəsi deyil. Amma hər kəsin bayağı dediyi mahnıları uşaqlar hər biri əzbər bilir. Aha, sosial şəbəkədən, yəni ibtidai sinif mərhələsində o qədər sosial şəbəkəyə, YouTube-a daxil olmağa da çox vaxtları yoxdur. Mən şərait elə qurmuşam ki, mənim dərsimdən sonra uşaqlar əlavə aktivitelərlə məşğul olsunlar. Yəni sırf bir dərsin üzərində, akademik biliyin üzərində sinifi saxlamamışam. Hər biri əlavə fəaliyyətə yönləndirmişəm. Buyurun, Firuzə xanım, çox sağ olun. Nə xoş ki, maraq dairəniz var, suallar verirsiniz. Müəllim sinifdə uşaqları ayrı və ayrı seçkilik edir. Uşaq da o dərsə getmək istəmirsə, demotivasiya edirsə, uşaq biz nə edək valideyn kimi? Aha, əvvəl onu araşdıraq ki, sizin ayrı seçkilik dediyiniz məqam nədir? Bu bir. Əgər həqiqətən siz ciddi şəkildə ayrı seçkilik görürsünüzsə, səbəbli və əsaslı şəkildə yaxınlaşırsınız müəllimə. Biz orada müəllimlər sizlərə dəstək üçün varıq. Bizim bəzən normal qəbul etdiyimiz bir şeylər ola bilər sizin üçün belə deyək də diskriminasiya olunmuş bir haldır. Siz bunu valideyn olaraq görürsünüz, özünüz yəni. Yaxınlaşırsınız müəllimə, vaxtınız varsa bu mövzuda sizinlə danışmaq istəyirəm. O müəllim mütləq sizi dinləyəcək. İkiniz ortaq bir şəkildə qərarlarınızı müzakirə edirsiniz və uşağın inkişafı üçün addım atırsınız. Mən yenə qeyd edirəm, qısa bir case keçim. Keçən il mənim sinifimdə bir dənə qızım var, çox nazlıdır. Ata-ana yaşca böyükdür, evin ən kiçiyi son 5 idi. Ata-ana bunu nəvə kimi böyüdüblər. Uşaq da bunlar çox qəşəng manipulyasiya edib. Təbii ki, mən artıq manipulyasiyanın nə olduğunu bildiyimə görə uşağın anasına qeyd etmişdim. Bu kimi hallar var. Təbii ki, valideyn yenə öz uşağın tərəfini saxladı, düşündü ki, mən müəlliməm təbii ki, nəyisə qarşısında bunu deyirəm ya demirəm. İnsandır təbii, mən o artıq analiz etmirəm. 6-7 aydan sonra dünən valideyn mənə zəng edib deyir ki, müəllimə bu bizi aldadırmış. Çox xahiş edirəm, bununla necə lazımdır siz danışın, atası hissələnib və s. axır. Deyirəm, bəs mən sizə zamanında deyəndə bu kimi hallar, uşaq psixologiyasını bildiyimə görə qeyd edirəm. Mən sizə bunu düzəlməsi üçün deyirdim. Hal-hazırda uşaq uçurumdadır, qiymətlər o qədər aşağı enib ki, valideyn belə öz uşağın öhdəsindən gələ bilmir. Hətta başqa müəllim yanına da qoyur, hazırlığa da qoyur. Amma uşaqda nəticə yoxdur. Çünki uşaq hər dəfə qarnım ağrıyır, halsızam, getmədiyi həkim qalmayıb. Amma təbii ki, ağrı yoxdur, valideynin manipulyasiya edirdi. Ona görə də əvvəl problemi görürsünüzsə, yaxınlaşın, müəllimlə danışın və çıxış yolu tapın. Elə qoymayın qalsın. Salam hocam, necəsiniz? Bir dəqiqə, üzr istəyirəm. Zəhmət olmasa hər kəs səsləri bağlasın. Tamam. Təlimimizin törədilməsin. Çox sağ olun. Buyurun. Siz sağ olun, təşəkkür edirəm. Kokler implant daşıyıcısı, mən oğluma özüm işlərim, logoped, psixoloji seanslara aparmıram, özüm öyrədim, inkişaf etdirəm. Hocam, amma sinifdə oturarkən heç müəllimi dinləmək istəyir, məktəbə getmək istəmir. Aha, çox gözəl bir mövzuya toxunmuşsunuz, ad yoxdur, nömrə ilə, belə deyək də, şablon nömrədir, hər kim keçibsə. Öncəliklə bu sualı verən xanımdır, bəydir, hər kimdir, təşəkkür edirəm. Həqiqətən, kokler implant çox yayılıb.
Bu yaxınlarda təlimlərin birində qeyd etmişdim ki, görürsünüz uşaq sizə baxır. Amma indi qayıdacağım bu mövzuya. Sadəcə ən çox gələn suallardan biridir, onu da qeyd etmək istəyirəm. Dinləyib anlamadı, ən belə deyək, 2 vur 2 orada aşkarlanır. Mətn səsləndirmisiniz, ya oxumusunuz, ya diktafonda səsləndirmisiniz, ya telefonda fərqi yoxdur. Bütün siniflərə sual verin, bir uşaqlardan cavab alın. Əgər 3, 4, 5 dəfə eyni uşaq sizə cavab vermirsə, deməli bu uşağın eşitməsində problem var. Daha tutub durmayın ki, fikri məndə deyil, gözü pəncərədədir, yeməkdədir, ayaq yolundadır. Onda olmaya bilər. Hal-hazırda eşitmə cəhətdən, eşitmə engelli uşaqlarımızın sayı çoxalır. Kokler implantı daşıyıcıların uşaqların sayı çoxalır. Ona görə də problemi gördüyünüz anda valideynim qeyd edin ki, mən danışıram və yaxud mən deyirəm, sanki məni eşitmir. Eşitmək istəmir deməyin. O zaman artıq vəziyyət təhlükəlidir. Səsləri bağlayın zəhmət olmasa. Təşəkkür. Eşitmək istəmir demirik. Sadəcə olaraq mənim dediyimi yaxşı eşitmir bəlkə. Bəlkə bir həkimə, lora göstərəsiniz, görək nədir. Yəni, bunu yumuşaq formada valideynə deyin. Əgər belə bir problem varsa, mütləq şəkildə təbii ki, çarəsi tapılacaq. Amma indi qayıdaq suala. Logoped, psixoloq, defektolog, bunların hər biri sizin övladlarınız üçün, təbii ki, yaxşı mütəxəssisdən söz gedir, vacib şəxslərdir. İndi gələk, baxın bu suala ki, müəllimi dinləmək istəmir. Niyə dinləmək istəmir? Hər zaman qeyd etdim. Birinci müəllimin gülər üzü dediyim məqam o idi. Bayaq yuxarıda xanımlarımızdan bir çox gözəl suallar verdi, tez-tez cavablandırdım. Həmin əsnada dediyim fikirlərdən biri. Müəllim uşağı sinifə daxil olanda, yəni uşaq sinifə daxil olanda ən azı 3-4 dərs uşağı özümüzü sevdirməliyik. Uşaq bilməlidir ki, anasından sonra ayrılıb gəldiyi qucaq deməyəlim də sinif ağuşu deyək ki, onun müəllimi yaratdığı mühitdir. Uşaq özünü orada güvəndə hiss etməlidir. Kokler implant daşıyıcıları, selektiv mutizmli uşaqlarımız, autizm spektrli uşaqlarımız, yəni hansılar ki, müəyyən belə deyək də, əngəl deməyəlim də, artıq bu yaranmış vəziyyətdə olan uşaqlarımız özləri kiməsə güvənib seçməyi üstün tuturlar. O uşaqlar artıq hərbə zorba ilə və yaxud mənə qulaq as, niyə qulaq asmırsan, məni dinlə, bu ev tapşırdı, mütləq bunu etməlisə, bu kimi nüanslardan qaçırlar. İlk olaraq biz onlara güvəni, sevgini və ən əsası düzdür, təhsil strukturunun qoyduğu bir proqram var ki, biz o proqramı hər gün yerinə yetirməyi borcumuzdur, məcburuq yerinə də yetiririk. Ancaq bu cür uşaqlar üçün akademik bilik artıq ikinci planda qalır. Qısa məzmunlu, bacaracaqları, onların maraq dairələrinə uyğun tapşırıqlarla yola çıxıb, məktəbə, müəllimə bağlılıq yaratmalıyıq. Əgər məktəbə getmək istəmirsə, bir müəllimlə danışın. Müəllimə, bəlkə biz buna ev tapşırığını az veririk və yaxud da siz övladınızı tanıyırsınız. Övladını tanıyan valideyn dərs başlamamışdan əvvəl hər dəfə qeyd edirəm ki, müəllimlə tet-a-tet ünsiyyətə keçin, yaxınlaşın. Övladınızda olan xoşa gələn, xoşa gəlməyən məqamlar. Çünki müəllim də orada uşağa dəstək üçün var. Xoşa gələn və xoşa gəlməyən məqamları aydınlaşdırın. Nədən zövq alır, nədən xoşu gəlir? Bu müəllim üçün ən böyük açardır. Yoxsa mən 30-40 uşağa eyni metodikanı desəm, zaten mənim də orada itirəcəyim məqamlar olacaq. Müəyyən yerlərdə biz artıq şagird yönümlü təhsildən danışırıqsa, o şagirdin fərdi inkişafını nəzərə almalıyıq. Ona görə də mütləq şəkildə seansları indi aparmaq istəmirsiniz, apara bilmirsiniz və s. və o sizin şəxsi seçiminizdir. Aparsanız daha yaxşı olar, əgər vacibattırsa. Əgər özünüz məşğul olursunuzsa, hər dəfə qeyd edirəm, hər bir güclü mütəxəssisdən də güclü varlıq ananın özüdür. Ana övladın dilini daha yaxşı başa düşür, ananın güvənli, emosional bağı hər bir mütəxəssisdən daha yaxşıdır və analar da artıq o qədər mütəxəssislər kimi püxtələşiblər ki, övladlarla çox yaxşı işləyə bilərlər. Amma artıq təhsildirsə, müəllimlə bərabər işləməlisiniz və uşağın maraq dairəsi nəzərə alınmalıdır. Bəzi məsələlərdə rol modeli, həyatla əlaqələndirmə tapşırıqlarını az-az uşağa vermək lazımdır. Şəkil çəkərək fikrini ifadə et, rollu oyundan fikrini ifadə et. Lap balacadır, evdən oyuncaq gətirsin, rol model oyuncaqları olsun, ondan uşaq fikrini ifadə etsin.
Əgər burada geriyə qalan bir qaranlıq məqam olsa, sualınızda geri dönüş edərsiniz. Sosial şəbəkə, salam, hər vaxtınız xeyir, sizdən bir söz soruşum. Uşaq evin güzgüsüdür fikrinə qatılırsınızmı? Xeyr, artıq qatılmıram. Bunu mənə 15 il, 20 il əvvəl versəydiniz qatılardım. Hal-hazırda mən bu fikrə qatıla bilmirəm. Çünki artıq həyat sübut edir ki, uşaq anadan, atadan o qədər qopub ki, heç öz valideynin belə xarakterində deyil. Genetikanı danmıram, genetika öz yerindədir. Əvvəl-axır genetikada nə varsa uşaq onu göstərir. Amma artıq uşaq evin güzgüsü deyil. Uşaq özünün belə əksi ola bilmir. Özünü belə idarə etməkdə çətinlik çəkir. Hormonlar vaxtından tez inkişaf edib, beyinlə düşüncə, hisslər bir-birinə qarışıb. Yəni artıq bu fikir, yalan deməyim, mənim üçün 3-cü, 4-cü plandadır. Müəllimin şagirdlərə qarşı anlayışlı olması dərs intizamına necə təsir edir? Çox əla təsir edir. Şagird fikirləşir ki, müəllim məni başa düşür və səhvim varsa, müəllim bunu mənə izah edəcək. Əgər müəllim balanslı şəkildə nüfuz qoruya bilirsə, təbii ki, müəllimə olan sevgisinə şagird tapşırığı yerinə yetirəcək. Mən belə öz şagirdlərimə özümə yola çıxaraq qeyd edirəm ki, gün olur ki, 2-3 dəqiqə şagirdləri mən bir yerdə rəqs edirəm. Bunu bir çox məni izləyənlər bilir. Rəqs edirəm və yaxud da ki, hər hansı bir trenddə olan oyunlardan birini uşaqlarla oynayıram. Yalan yerə özümü uduzdurmuram da. Əgər bir şeyi bacarıramsa qalib gəlirəm, bacarmıramsa gözlərinin qabağında uduzuram. Şagird bilir ki, mən də insanım, mən də səhv edə bilərəm. Ən əsası sinif mühitidir. Əsas tələbimiz dərsdir. Dərsə hazırlıqsız gələn uşağın nəticəsini aşkarlayıram və əvvəldən də qaydanı elə qoymuşam ki, düz hazırlıqsız gələn olmasın. Hazırlıqsız gələn olsa belə sabah o tapşırıq mənə yerli yerində gəlməlidir. Ona görə də anlayış lazımdır, amma zəiflik göstərmədən. Artıq uşaqlar cəmiyyətdə formalaşır, ailə öz az vaxt düzdür. O səbəbdən cəmiyyət tərbiyələndirir. Ona görə də biz cəmiyyətə elə tərbiyəli, elə insani keyfiyyətləri yüksək insanlar ötürməliyik ki, o daş hər birimizə gəlib dəyməsin. Artıq belə ki, bir bostandır. O bostana hər birimiz, hər bir müəllim, belə deyək də, əgər zəif oxuyan uşaqdırsa, götürüb o məktəbdən çıxardım, bu məktəbdən çıxardım, yox sən mənim sinifimdə yararsızsan, sən dərsimi pozursan, valideynə götür apar deyən insanlar var. Yaxşı, Allah ot kimi deyim, belə deyim, çıngıldaş kimi deyim. Bu uşaqlar hər bir tərəfdən bir tərəfə sovurur. Bu zaten cəmiyyətində, bu zaten bizimdir. Nəyə görə bunu belə edirik? Gəlin elə birləşək. Əvvəldən belə deyək də, Sovet dönəmindən necə idi? Yaxşı oxuyan uşaqda, zəif oxuyan uşaqda ən əsası insan kimi formalaşırdı. İndi hər kəs sinifindən o uşaqlar ata-ata cəmiyyətə cinayətkar kimi böyüdür. Sonra deyir ki, bu uşaq niyə aqressivləşdi? Axı biz niyə aqressivləşdirdik? Niyə uşağı görməzdən gəldik? Məgər 5 barmağın 5-i birdir? Məgər hər uşaq yüksək IQ standartına malikdir? Və yaxud da ki, məgər hər bir insanın potensialı, dünya görüşü bu qədərmi mükəmməldir? Bizim belə hər birimizin bir-birimizdən fərqimiz var. Bəzən bəzi ailələrdə uşaq məktəbə gedənə kimi heç bir pis söz, aha o düzdür. İnanırsınız, əksər uşaqlar o pis sözü nə ailədə eşitmir, nə onun mənasını bilmir. Ətrafdan eşidir, düşünür ki, bu çox yaxşı bir sözdür. Gəlir sinifdə istifadə edir. Müəllim olur ki, deyir, aha bu tərbiyəsizdir, ailəsini çağırır, söz, söhbət, mövzu böyüyür. Amma mənim də öz başıma gəlib illər əvvəl məktubda uşaqlar bir-birinə yazıb atmışdılar. Özləri də bilmədən sinifdə itirmişlər. Mən onu götürdüm. Sabahsı uşaqlar qorxa-qorxa gəldik. İzləyən müəllimə, bəs bir vərəq var idi, sarı vərəq tapdınızmı? Tapmışdım da, oxumuşdum da. Yalandan dedim, açıq etiraf edirəm ki, yox, tapmadım, görmədim, bilmədim. Və uşaqlara dərs oldu ki, bir də sinifdə kağızda heç nə yazmasınlar, itə bilər və istərsiniz ikinci dəfə mən bunu tapa bilərəm. Tapıb oxusam belə uşaqlara bildirmədim onu və uşaqlar da öz sözlərinə dərsini götürmüşdülər. Bu sinifin məktəbə qədər uşaq var, mənə cavab vermir, amma evdə dərsdən nə demişik hamısını təkrarı, nə edək ki, mənə cavab versin. Uşaq sizə qarşı belədir, selektiv mutizm daşıyıcısı ola bilər. Əgər belə bir haldırsa, fikir verin, görün, o uşaq əgər sizə dərs danışmırsa, yanında və ya ətrafında olan məktəbə qədər də az olur, əsasən birinci siniflərdə bu daha çox olur, məktəbə qədər uşaqlarda olur və yaxud da ki, ola bilər bir şey də qeyd edeyim. Mükəmməlliyətçi ailələrin uşaqları olur. Uşaqdan o qədər mükəmməl hər şeyi tələb edirlər ki, uşaq fikirləşir ki, və bir şey də qeyd edim, danışmasan gözünü çıxardaram, bunu edərəm, onu edərəm. Uşaq danışmağa belə qorxur.
Dünən yenə sosial şəbəkələrin birində tanış simalardan biri qeyd etmişdi ki, uşağın valideyni qazda qaşığı yandırıb uşağın əlinə dağ basıb dərsə görə. İndi görün, bu uşaq bir də gəlib cavab verə bilərmi və yaxud da öyrəndiyi ancaq tutuquşu kimi olacaq. Əzbərləsin, gəlsin, danışsın. Heç bir yaradıcılıq, heç bir emosional duyğu, heç bir güvən, bağ, heç nə olmayacaq. O uşaq artıq qorxaq, fikrini ifadə etməkdən çəkinən, özünə güvəni az və hər zaman idarə olunan bir insan olaraq böyüyəcək. Eynən tanınmış liseydə oxumasına rəğmən qızın müəllim qışqırdığı üçün onun özünə yox, digər uşaqlara sual verir müəllimə. O ən böyük problemlərdən biridir. Nə gözəl Lamia xanım Nəsibova, çox sağ olun bu fikrə görə. Baxın, əvvəldən qeyd edin ki, sual olan var səsli. Əvvəldən qeyd edək ki, uşaqlara açıq deyin, çəkinməyin. Müəllim dəli deyil, öz-özünə qışqırsın. Müəllimin heç bir problemi yoxdur ki, səsini batırsın, güc versin səsinə. Mənim səsimin tonu qalxacaqsa, hər hansı bir səhvə görə olacaq. Və hər dəfə də qeyd edirəm, mən özüm də qeyd etmişəm sinifimdə, mənim səsimə hündür səs çıxmasın. Normal səs tonundan danışırıq. Əgər səs tonu sinifdə dəfələrlə qalxırsa, bu artıq adi hal alacaq və uşaqlar var ki, ruhu o qədər naif, incə, zərifdirlər ki, başqasına qışqıranda bu artıq diksinir, fobiya çevrilir. Uşaq artıq bunu, belə deyək də, hər dəfə müəllim səsi gələndə o deyir, qapı cırıltısından belə uşaq diksinir. Ona görə səs tonumuz bizim önəmlidir. Səs tonu o qədər həlim, normal, stabil səs tonu olmalıdır ki, nə sinifdə adiləşməsin, nə də başqa uşaq başqasına söz deyəndə belə qorxub diksinməsin. Bayaq psixoloqu vurğuladınız. Psixoloqlar bu sözü oxuya bilmədim, üzrü sayın, nə sözsə, məktəb qaydalarına tabe edirlər. Hər sinifin sinif rəhbəri fərqi yoxdur. Məktəb rəhbəri nə deyirsə, psixoloq ona əməl edir. Bir şey qeyd edim ki, əgər psixoloq öz səlahiyyətini yaxşı bilirsə və yaxud da ki, özü o qədər təcrübəlidirsə, arada bir siniflərə gəlib baxa bilirlər. Yəni, onların səlahiyyəti var. Hər hansı bir davranış pozuntusu sezirsə və yaxud da ki, sentyabrda dərs başlayanda uşaqlarla bir görüş və yaxud da ki, uşaqlarla bir emosional zəkalarını deməyim də, IQ zəkalarını yoxlayan test bacarıqları var. Onları əldə edəndən sonra ciddi nöqsan aşkarladığı uşağa arada bir gəlib kənarda müşahidə edici nəzərlə baxanda o problemin aşkarlanmasına kömək olur. Yoxsa ki, heç bir şey etməyim, mövzu böyüyür, problemə çevrilir, yenə qalır problem günün üzərində müəllim. Müəllim niyə vaxtında xəbər verməyib? Müəllim diaqnoz qoyan deyil, müəllim nəsə aşkarlayıb dediyi təqdirdə belə müəllim sözü keçərli deyil. Amma psixoloq söz deyəndə onun sözü keçərlidir. Səsləri bağlayın, müəllimin ədalətli münasibət, sinif daxili münasibəti necə təsir edir? Müəllim sinifdə qeyri-sağlam rəqabətdə yarada bilər, sağlam rəqabətdə yarada bilər. Müəllim uşaqların bir-birinə sevgisini də aşılaya bilər. Uşaqlar arasında, fərd arasında, belə deyək də, fərdləşmə də yarada bilər. Ona görə ən yaxşı üsullardan biri, həftədə heç olmasa bir dəfə ya cütlərlə iş, ya qrup işi və yaxud da ki, rəqəmləri yazın 1, 2, 3, 4, 5, birlər bir qrupa, ikilər bir qrupa püşk atma kimi əməkdaşlıq lazımdır. Baxın, o əməkdaşlıq zamanı qrupla işləməyən uşaq da ortaya çıxa bilər və yaxud da ki, hər zaman liderlik mövqeyində olmaq istəyən uşaq da ortalığa çıxa bilər. Bizim artıq o B variantı dediyimiz profesional cəhətimiz o zaman ortalığa gəlir. Mütəmadi söhbət aparırıq. Hər bir yerdə lider ola bilmərik. Hər mövzuda lider ola bilmərik. Mən də müəlliməm, mənim də kollektivim var, mənə də iş bölgüsü verilə bilər. Öz üzərimizdən, müşahidələrimizdən, yaşadıqlarımızdan, onların yaş səviyyələrinə uyğun hekayələşdirilmiş obrazdan danışanda uşaq bizi başa düşəcək. Nəyə görə uşaqlardan çox vurğulayıram? Çünki aşağı sinifdə püxtələşsəndə yuxarı sinifdə də rahat olacaq. İkinci nüansı qeyd edim, yuxarı siniflərdə də yetkinlik dönəmində ciddi problemlər ortaya çıxır. Bu zaman artıq psixoloqun dəstəyi mütləq vacibdir. Yəni, yuxarı siniflərin idarə etməsi daha çətin olur. Müəllimlə məşğul olanlar sevimli şagirdləridir, onunla məşğul olmayanlar və ya digər müəllimlər əlavə məşğul olanlar mənim maraq dairəsində deyil. Yox, bu artıq, belə deyək də, illərin bir frazası kimi deyilir. Bunu qəbul etmirəm.
Hər dəfə bəzi uşaqlar var ki, aktivdirlər, bəli, amma uşaq var ki, gizlənməyi sevir. Ona görə də qeyd edim bir nüansı ki, sinifdə 30, 35, 40, 45 uşağın olması düzgün deyil. 45 dəqiqədən uşağa vaxt çatmır. Bu halın olmaması üçün sinifdə az sayda uşaq, yəni kurikulum özü dediyi kimi 20 uşaq, 20 uşaqdan da hər gün rahat dərs soruşmaq, lövhə çıxartmaq olur. O zaman artıq nə təbəqələşmə olmur, nə müəllim fərq qoyduğu göz önünə gəlmir. Çünki olur ki, uşaq əl qaldırır, axır müəllim deyir, yaxşı, gəl danış. O biri gizlənir. Valideyn fikirləşir ki, aha, mənim uşağımı müəllim durğuzmadı, danışdırmadı, ayrı-seçkilik oldu. Ən yaxşı üsul maksimum 2 dənə sualla da olsa bütün uşaqlara hər dərs müraciət etməkdir. Və gündəlikdə qeydiyyat aparmaqdan qorxmayın. Mən dəftər olmayanda belə qeydiyyat aparıram, tapşırıq hazır olmayanda qeydiyyat aparıram. Valideynlərdən biri bu yaxınlarda mənə dedi, müəllimə, hər şeyi qeyd edirsiniz. Dedim, əksinə sağ ol deyim ki, məlumatlandırıram. Yəni sizin övladınız haqqında məlumatınız olur. Yastıq qoymuram yalan yerə kimisə başının altına, belə deyim. Bu dövrdə uşağa çox şey təsir edir. Sosial media düzdür, digər uşaqlar olsun çoxdur. Belə olduqda nə müəllim, nə valideynlər düzdür. Heç kimi qınamaq, günahlandırmaq olmur. Çünki artıq bir ailənin üzərinə düşən vəziyyət deyil. Müəllimin motivasiya edici sözləri dərsdə hansı rol oynayır? Aha, belə deyim. Əgər uşaq tapşırığın hamısına cavab veribsə, afərin. 4-ünə cavab verirsə, çalışqan və yaxud da sən bacardın. Dəftərə gündəlik yazdığım sözlərdən deyim. Və yaxud da ki, əgər uşaqdan dərs soruşuramsa, qorxa-qorxa cavab verirsən və fikrini soruşuram, nəyə görə bu baş verib, normal tərzdə. Əgər deyirsin, mənim öyrənmişim, yadımdan çıxıb, təbii bunu hər gün etmirik, artıq uşaqlar bunu silah kimi istifadə edəcək, amma əvvəldən dədə-baba qaydası necədir, hər zaman qeyd edirəm. 2-3 dəqiqə kitaba baxın, daha sonra kitabları bağlayıb dərsi soracağım və bir-birinə sual vermək. Bir-birinə sual verən uşaqların dərsi öyrənmə həvəsləri də artır və nitq qabiliyyətləri də inkişaf edir. Və ən əsası yaddaşları yaxşı formalaşır. Sual verməkdən, bir-birinə sual verməkdən uşaqları çəkindirməyin. Və əla, bacardın. Elə bunu da səndən gözləyirdim. Sənə də bu yaraşırdı. Sən özünü necə qiymətləndirirsən? Bax, özünü necə qiymətləndirirsən, uşağa daha çox məsuliyyət edir. Ona görə də ən yaxşı halda özlərini demirəm ki, özlərini öz silahlarına vuraq. Yox. Özlərinə xoş olan, yaş səviyyələrinə uyğun sözləri istifadə etməklə. Səhv edən uşaq biri eyni səhv etsə, günah kimdə olur? Səhv edən uşaq biri eyni səhv edirsə, baxır hansı mövzuda, hansı səvkidə və nəyə görə o səhv edir. Tez-tez təkrarlayırsa, deməli ciddi öyrənmə pozuntusu var. Diskalkuliyadır, disleksiya, disqrafiyadır, indi bilmirəm də hansına aiddir. Və yaxud da ki, bir mövzunu ola bilər daha yaxşı mənimsəyə bilməz, digər mövzunu yaxşı mənimsəyə bilər. Mövzudan mövzuya da dəyişir hal-hazırda dərslər. Yəni ona görə bir səpkidə cavab vermək olmur. Müəllim-şagird arasında etimadın yaranmasına dərs prosesi necə təsir edir? Müəllim-şagird arasında etimad ilk gündən yaranmalıdır ki, müəllim adı gələndə o şagird axşamın o dəftər kitaba bir ciddi nəzarət etsin. Tutalım, mənim sevimli şagirdləri bilir ki, mən dəftərdə yağ izi, əlavə qələm izi sevmirəm. Dəftərin kənarı qırmızı xətti mütləq olmalıdır. Ona görə də onlar təsadüfən, hər dəfə ona görə qeyd edirəm ki, dəftərin yanında yemək yemin. Yemək yediyi təqdirdə bir damcı yağ ləkəsi düşsə belə, gecədən valideyn yazır, müəllimə qorxur, yazını yazıb, ora ləkə düşüb. Deyir müəllimə, qaşını qaldıracaq, küsəcək məndən və yaxud əsəbləşəcək. Mənim əsəbləşməyim də xətrimə dəyməklərdir, bilirlər artıq. Anasına, yəni uşaq məcbur vadar edir ki, dəftəri dəyişək. Müəllimə deyir, gecənin bir yarısı mən dəftər dəyişə bilmirəm, belə elə, yəni valideyn cürxaxlayıb deyirəm, yaxşı, amma gəl dəfə olmasın. Və bu dəftərə bu mövzu təkrar yazılacaq. Artıq məsuliyyəti birə-bir özüm artırıram. Necə gözəl izah edirsiniz. Təşəkkürlər. Səsim əvvəldən deyirəm, batıb ona görə üzr hesab edin. Əgər kimsə yoruramsa üzr saysın. Hocam, koklear implantlı uşaqlar çox zəkalı bir şey, hər şey dəqiq düşünüb, fikirləşib deyirlər. Çünki o qədər diqqətlə qulaq asırlar ki, beyni informasiya gedir, bəli. Mənim olum hər şey tez tutur. Onlarda var, mən hər zaman qeyd edirəm, autizm spektr uşaqlar var ki, o qədər beyni həkk edib yaddaşı yazırlar ki, üstün zəkalılar ola bilirlər. Təbii ki, çox doğru deyirsiniz, ana çox böyük rol oynayır. Təşəkkür hocam, 2 il aparmışıq loqopedi, amma uşağa əzbərçi öyrətmişlər. Kartlarla əzbərçi öyrətmək ən böyük problemimizdir. Atı şəkildə tanıyır, uşaq həyatda atı tanımır. Nə bilim, limonu ağacda görsə tanımayacaq, amma kartda tanıyır.
Əzbərçi. Ona görə əvvəldən qeyd elədim ki, bir mütəxəssis, ikinci ünsiyyət, empatiya qurmaq, güvənli bağ. Çünki kartlarla iş nəticəsizdir, alınmır. Onlarla işləmək üçün mütəxəssis ya sıfır kokleer implantlı uşaqla işləyən olsun. Onların dilini anlayan olsun. Oy, o yoxdur təəssüf. Kokleer implantla, barmaqla sayılacaq. Həddindən artıq. Hər dəfə qeyd edirəm, doktor İkramın, psixiatrımızın bir gözəl sözü var. Mərkəz çoxdur, mütəxəssis yoxdur. Bu problemdir bizə. Bu düzdür, məktəb vaxtı müəllim bir oğlan etdiyi bir səhvə görə qışqırmışdı, diksinmişdi. Hə, bax, o artıq diksinmə qalır, ömür boyu da qalır. Sağ olun müəllimə, yenə də maarifləncə. Təşəkkür Hədiyə xanım. Ötürdüyüm suallar qalmasın. Müəllim psixoloji yanaşma sinifdə intizam probleminə bir dəqiqə, SMS çoxdur, qarışdırmayım. Sinifdə insan problemi qarşısını ala bilərmi? Bəli. Baxın, müəllim özü oturuşunda, duruşunda necə desəm, sinifdə nizam-intizam problemi də yaranmayacaq. Əgər müəllim, yəni hər birimiz qadınıq. Mən demirəm ki, güzgüyə baxa bilmərik və yaxud da ki, saçımızı daraya bilmərik, ətirlənə bilmərik, edə bilərik. Mən də səhər dərsimə başlamamışdan əvvəl arxada, yəni çantamı şkafıma qoyduğum halda biraz yüngülvarı öz ətrimdən öz üzərimə sıxa bilərəm. Saçıma daraq çəkə bilərəm, saçımı yığa bilərəm. Uşaq bunu görür. Bu, vulqar cəhətdən yox. Amma müəllim şagirdin yanında mahnıq yoxuya gəzirsə və yaxud da ki, belə deyim də, hər zaman qeyd edirəm, artıq bu mövzudan özüm yoruldum. Dırnaqları caynaq formasında, abartılı makiyaj, kipriklər nə qədər hündürdə, nə bilim, köynəyin yaxası qeyri-etik cəhətdə açıq, yufqanın qısalığı qeyri-etik cəhətdə qısadırsa, uşaq artıq özüm diksindim, Allah saxlasın. Səsləri bağlayın, zəhmət olmasa. Çox sağ ol. Uşaq bunu bir ədəb formada görür. Sonra uşaq evə gəlir, istər-istəməz televiziya ekranları açıqdır. Hər hansı bir müğənnini uşaq obrazda görür. Evdə kimsə ola bilməz ki, deməsin ki, bu nə biədəb formadır, ekrana bu çıxır. Uşaq biədəb formanı vurdu mu yaddaşa? Artıq burada biədəb forma sözü var. Daha sonra, müəyyən yaş keçəndən sonra uşaq müqayisə etməyə başlayır. Şuur altında hər bir şey yığılır, qalır. Biz düşünürük ki, uşaqdır, qanmır, nədir ki, bəlkə danışıq yanında keçir. Yox, əsla. Uşağın beyni 7 yaşa qədər ən güclü informasiya, belə deyək də, diskidir. Yığır hər şeyi ora. Aha, gəlir ikinci mərhələ. Artıq müzakirə, müqayisə, tənqid, təfəkkür formalaşır. Hal-hazırda bugün təhsil formu var idi, bəlkə aranızda iştirak edənlər olub. Orada belə ünsiyyət, təfəkkür, tənqidi düşüncə, bizim P4-ü dediyimiz artıq öz hökmünü qoyacaq, göstərir. Bu addımda da qiymətləndirmə sistemi gedəcək. Nəyə görə? Hansı səbəbə? Aydınlat, izah et, de. Baxın, bu artıq məlumatda olan bazanın analiz etməsidir. Necə ki, bir mövzunu Google-a yazırıq və yaxud YouTube, fərqi yoxdur, hər hansı bir LinkedIn olsun, hər olsun, yazıb oradan informasiya alıb və yaxud kimlik haqqında nəsə soruşuruqsa, uşaq da bizə o informasiyanı müəyyən müddət sonra bir-bir ötürür. Ya əməlindən ötürür, ya ötürə bilmir, aqressiv davranış sərgilir, ya danışa bilmir, özünə qarşı kobudluq edir və yaxud impulsiv davranış. Yəni, bu çox önəmlidir. Qızımın sinifdə 36 şagird var, çox təəssüf, çox sinifdə şagird olmasının tərəfdarı heç deyiləm. Mən bir valideyn kimi sual verməsəm öz aidiyyəti yox. Qızımla istədiyim kimi münasibət qura bilmirəm, qışqırıram, qorxuduram, başqalarına qarşı böyük, kiçik fərq yoxdur. Yaxşı səbirliyəm. Nə etməliyəm? Aha, 5 yaşı var. 5 yaşında uşağa hansı qadağaları qoyursunuz? Əvvəl onu qeyd edim ki, bizim cəmiyyətdə biz uşaqlarla dost ola bilmirik. Biz mütləq uşaqlarımızla valideyn, ana-bala münasibətində olmalıyıq. Çünki bizim uşaqların hələ genləri, kökləri dost olmaq münasibətinə yararlı deyirlər. Biz valideyn, ana-bala münasibətindən çıxa bilmərik. Doktor İkramın da özü bir dəfə bu barədə yaxşı açıqlama etmişdi. Biz ana-bala münasibətlərini korlaya bilmərik. 5 yaşı var qızınızın. 3 yaş egosentrik mərhələdədir. Yəni, mənəm-mənəmlik dönəmdədir. Amma indi uşaqlara bir çox şeyləri o qədər rahat bir şəkildə sunmuşuq ki, ağlayırlar, qışqırırlar, manipulyasiya edirlər.
Səbirli olmağımız artıq bəzən mən də başa düşürəm, mən də valideynəm. Müəyyən müddətdən sonra öz səbr kasamız dolur. Atadan dəstək alın. Əgər evdə ata varsa, ata zəhmini ortaya qoysun ata. Yəni atanın nüfuzu, ata zəhmi, ata səsi, ata sözü qızlara daha tez təsir edir. Və yaxud da ki, nəyə görə bu münasibətdə korlanır? Səbəb nədir? Siz nə tələb edirsiniz? O sizin hansı tələbinizə uyğun addım atmır. Amma bir nüansda qeyd edək ki, indiki uşaqların məhəllə həyatı yoxdur. Evci oynaya bilmirlər, gəlinciklə oynaya bilmirlər. Uşağın ən yaxşı oyuncağı başqa uşaqdır. Amma bu uşaq başqa bir uşaqla da oynaya bilmir. Oyuncaqsız qalıb. Telefona icazə vermirik. Maraq dairələri artıq kasadlanıb. Bu uşaqda hansı maraq dairəsini oyadaq ki, həyata qarşı uşaqda maraq olsun və oynasın, yorulsun. Bu da yoxdur axı. Müəllimin ədalətli və anlayışlı olması sinifdə hansı müsbət dəyişiklik yaradır? Uşaqların bir-birinə qarşı empatiyası, duyarlılığı, böyük-kiçik yeri bilmək, nəzakət qaydaları, rəhim duyğusu, yazığı gəlmədən yox, tutalım, kiməsə nəsə olsa ondan əvvəl oturum ağlayayım, yox. Heyvanlara qarşı kobud olmayacaqlar, vurub gözünü çıxartmayacaq el dilində desəm. Yoldaşlarına qarşı qələmini sındırmayacaq, dəftərini cırmayacaq, aqressiv davranış sərgilənməyəcək. O qədər onun nüansı var ki, ideal müəllim necə olmalıdır mənim fikrimcə? İdeal müəllim əvvəlcə özünü formalaşdırmalıdır. İdeal müəllim anlayışı, ideal insan anlayışı ümumiyyətlə yoxdur. Mən öz şagirdlərimə belə qeyd edirəm ki, lövhədə bəzən özüm bilərək səhv edirəm. Görüm o səhv tutan olacaqmı? Və bilmərək də ola bilər yazıda hər hansı bir texniki səhv geçsin. Çünki klaviaturaya o qədər öyrənmişik ki, bəzən özüm belə səhvim ola bilər. Etiraf edirəm, Allahdan başqa hər kəs, yəni qüsursuz varlıq yoxdur. Tək qüsursuz yaradılış Allaha aiddir. Biz insanıq, səhvlərim məni bugünkü mən edir. Səhv olmasa mən səhvin də nə olduğunu bilmərəm. İdeal müəllim anlayışı da yoxdur. Hər bir ideal müəllim çatışan və çatışmayan cəhəti var. İdeal insan qarşısındakı insana görə dəyişir. Xarakter mənimdir, amma münasibəti qarşısındakı insanlar yaradır. Məndən sui-istifadə edənə təbii ki, mən artıq səddimi çəkəcəm, amma dəyərli kəsdirsə, mənlə fikir mübadiləsi aparırsa, ondan mənə, məndən onu xoşdursa, təbii ki, mən ona can yandıracam. İdeal müəllim də sinifə əgər can qoyduğu halda, öyrətdiyi halda, valideyndən bir çox sağ ol eşidirsə, daha çox çalışacaq. Əgər ən yaxşı müəllim o sinifə girib dərs deyirsə, onun əməyi görünmürsə, nə rəhbərlik tərəfindən, nə öz dərs dediyi şagirdlərin valideyni tərəfindən, nə kollegalar tərəfindən öz-özünə artıq o dəyərsizliyi qəbul edəcək. Olan qalan biliyi də məhv olacaq. Təkliyə özünü məhkum edəcək və artıq işindən də zövq almayacaq. İdeal müəllim olmaq üçün o işindən zövq alan, münbit alan olmalıdır. Çox xoşdur, təşəkkür edirəm. Minnətdaram, xoş sözlərinizə görə. Deyirik bölüşün sinif, deyirlər 40-45 şagird olsa bölünə bilər. Oy, 40-45 şagird. Yəni bunu düşünən varmı ki, 45 dəqiqə ərzində müəllim 2-3 dəqiqə jurnal yazacaq, şagirdlər dəftər kitabı çıxardacaq. Qaldı 40 dəqiqə, 40 dəqiqənin 5 dəqiqəsi motivasiya, 10 dəqiqə təşviq edici sual, uşaqlarla keçmiş dərsin sualının yeni dərsin əlaqəsi, həyatla əlaqələndirmə. Bizim geriyə qalır 20 dəqiqə. 20 dəqiqə yeni dərs, iş dəftəri, test və s. və ilaxır. Bu uşağa harda vaxt qaldı? Bəzən bir müəllimin o qədər reytingi yuxarı olur ki, bütün valideynlər aparır o uşağı o sinifə qoyur ki, mənim uşağım burada təhsil alsın, müəllimin reytingi yuxarıdır və nəticədə sonra gəlirlər ki, yox, uşağım orada görünmür. Zəif uşaq, xüsusi qayğıya ehtiyacı olan uşaq və yaxud da ki, eşitmə, görmə əngəli olan uşaq orada necə özünü tapa biləcək? Təbii ki, tapmayacaq. Sinifdə psixoloji rahatlığın yaranması üçün müəllim nələr etməlidir? Uşaqlara o güvəni vermək lazımdır. Məsələn, mənim öz qısa bir ipucumu deyim. Mən çiçəkləri çox sevirəm. Uşaqlar görür ki, mən çiçəklərə qarşı qayğı göstərməyi sevirəm. Deməli, mən yaradılanı, gözəlliyi sevən insanım. Və uşaqlar da artıq bir-birinə qarşı nəzakətli davranırlar. Əvvəldən görürlər ki, mən kobud deyiləm, hündür səslə danışmağa meyilli deyiləm. Öz kollegalarımdan belə sərhədliyəm. Yəni, ən çox vaxtımı şagirdlərə ayırıram və tənəffüsdə belə saatlarla çıxıb vaxt itkisi etmirəm. Uşaqlar bunu görür. İnanın, uşaq hər kiçik bir şey görür. Ona görə də o qədər uşaqlara zaman ayırmalısınız ki, onlar özlərini sizsiz təsəvvür etməsin. Bəzən mənə deyirlər ki, müəllimə, uşaqlardan sizin ətrinizin qoxusu gəlir evə gələndə və yaxud da ki, məni
məndən çox övladım sizi çox istəyir. Nəyə görə? Mən özüm onlara deyirəm ki, mən də part arxasında əyləşmişəm. Mənim də səhvim olub və mən bu yaşda belə bəzən anam narahat ola bilər, anam da mənə söz deyə bilər və yaxud ətrafda kimsə qıcıq ola bilər, mənə yox, amma onun daxili aqressiyası ola bilər. Mən ona cavab versəm, mən də onun səviyyəsinə düşərəm. Hər zaman rol model özünüz olun ki, uşaq sizdə axtardığını tapsın. Psixoloji rahatlığın yaradılması üçün birinci özünüzü yaxşı bir insan rola girmiş yox da nümunəvi insan kimi qələmə verin. Daha sonra yoldaşlarınla münasibəti tənzimin 3-4 dərsə bu tənzimlənəcək. Arada bəli, force major hal ola bilər. Heç nə ideal deyil. Sinifdə belə uşaqlar ideal deyil. Gərginlik yarana bilər. O zaman qışqırmadan. Problem varsa yerində həll edin. Əgər yerində həll olunmursa, sinifdən sakit götürün, dərsdən sonra saxlayın uşağı, danışın. Xüsusi qayğıya ehtiyacı olan şagirdlərin psixoloji ünsiyyət necə qurulmalıdır? Vizualdım uşaq, audialdım uşaq, kinestikdim uşaq. Valideyn bunları müəllimə deməlidir. O uşağın öyrənə biləcəyi tərzdə dərs yükü verilməlidir. Psixoloji ünsiyyət mütləq ona dəstəkçi bir uşaq olmalıdır. Yanında onu güvən verə biləcək bir uşaq olmalıdır. Və ikinci, korreksiya edici müəllim olmalı. Çünki bir müəllim bir sinifdə 30-40 uşağa eyni anda çata bilmir. Hələ ən əsas xüsusi qayğıya ehtiyacı olan uşaq varsa. Ona görə də korreksiya edici müəllim və o uşağa dəstək olan dəstəkləyici yoldaş. Haranısa yazma deyirəm, yazır, görürəm əsəbləşirəm, qışqıram. Yaradıcı uşaqdır ki, yəni söz eşitməmək üstünə çox vaxt qəbul etməm. Sanki o bu yaşda. Deməli, qızınızda material dizayn obrazı var, memarlıq var, rəssamlıq var. Yəni, bunlardan biri var daha doğrusu. Uşaqda mükəmməllik gözləmirsiniz, uşağın yaradıcılığını boğursunuz. Uşağın yaradıcılığını boğduğunuz təqdirdə, yəni o da bunu 2 qat artırır. Ona görə sizə xoş gəlmir. Bəlkə özünüzdə nə zamansa bu yaradıcılığı valideyniniz tərəfindən içinizdə boğmusunuz. Uşaqlar bizim güzgümüzdür. Yəni, ola bilər, siz də zamanında yemək bişirmək istəmişsiniz, valideyn üzərinizə qışqırıb, indi öz qızınıza görürsünüz, xoş gəlmir. Nəsə çəkmək istəmişsiniz, vizyajist olmaq istəmirsiniz, bilmirəm, dizayner olmaq istəmirsiniz, nəsə belə bir şeydə sizə imkan verməyiblər. İndi övladınız bunu etdiyi təqdirdə sıxıcıq gələ bilər. Uşaqlar bizim kölgəmizi bizə göstərirlər, belə deyək də, etmək istədiklərimizi bəzən. Amma qışqırmayın, onun həvəsi onadır. Yönləndirin bir rəssamlıq dərnəyinə, nə bilim, yanınızda, yaxınlıqda hər hansı bir master klasslar varsa aparın. Enerjisi çıxmayan uşaqdan siz nə gözləyirsiniz? 5 yaşındakı qız həyatın ən şıltaq dönəmini yaşayır. Bu yaşda yaşamayanda 20 yaşında bunu yaşasa xoşumu gələcək, gəlməyəcək. Hər yaşın öz gözəlliyi var. Problemə baxın. 35-40 yaşında, 45 yaşında, 60 yaşında nənələr var ki, TikTokda, nə bilim, sosial şəbəkədə xoşa gəlməyən bir şeylər edir. Niyə? Zamanında edə bilməyib, saxlayıb, qadağa qoymayan ətrafında yoxdur, başlayıb bunu ot püskürən kimi püskürməyə. Xoşumu gəlir? Yox, gülünc gəlir. Mən o qədər səhv hərəkətlərim olub, belə hərəkətlərimə görə mən özümə qayıtdım. Yəni, sən səhvin olmasa, iş varsa səhv var, dərs varsa səhv var. Səhv olmasa, o səhvdən biz nəticə çıxara bilmərik. Fikirləşərik ki, həyat güllük gülistanlıqdır. Yəni, hər şey ağ-qara, nə ola bilər? Heç nə. Yağış da var, vulkan da var, qar da var, boran da var. Yəni, görürsünüz, təbiətin özünün belə halları var. İnsanın mı hal olmayacaq? Bu normal bir haldır. Bizim puxtələşməyimiz üçündür. Mənə görə yaxşı ki, səhvlərimə görə təbii ki, səhvlərdir bizi edən. Fikirləriniz çox dəyərlidir, minnətdarım, təşəkkür, xoş sözlərinə görə. Şagird yazıda səhv edir, yoxladıqda səhv etdiyini görüb bir də yazı yazmaq istəmir. Yəqin az yaşlıdır, qorxur, elə etməyin. Üzdən köçürmə çox verin. Üzdən köçürmə kim qadağa qoyursa, mənə maraqlıdır ki, niyə qadağa qoyur? Üzdən köçürmə uşağın yazı kaliqrafik bacarığını inkişaf etdirir, orfoqrafiyanı inkişaf etdirir. Hələ ənə sahası, uşaqların əksəriyyəti yazdığının belə mənasını başa düşmürlər. Stolların üzərinə izahlı lüğətlər qoymaqdan qorxmayın. Stolların üstündə izahlı lüğət qalsın. Bir gündə uşaq nə qədər sual verir. Qoyun ən azı özü də araşdırsın. Bəli, biz cavab veririk. Amma ən azı uşaq bir axtarışçı olmalıdır. Axtarmalıdır ki, bu sözün mənası nədir? Vizual olaraq gözü görəcək, beyni həkk edəcək, orfoqrafiyanı da görəcək, yanında isimli, sifətli, feldi nə varsa bir bunu da oxuyacaq, yadında qalacaq. Yazdan səhv edirmi? Təkrar o yazını verin. Deyin ki, bu dəfə özün yaz, bunu köçür, görün bu dəfə neçə alacaqsan. Yəni, motivasiya edin, ulduzunu yapışdırın,
Nə bilim, balacadırsa bir sevdiyi şəkil nədirsə, stikerlər şükür Allah satışda var. Stolların üzərində istər stiker olsun. Uşaqların ən böyük motivasiyasıdır. 3 stiker yapışdırmayın, 1 stiker yapışdırın. Mənim sinifimdə əvvəlki təlimlərimdə olanlar bilir, 4 yaşında dil açan qızım var idi. Mən onu güc bəla ilə bu səviyyə çatdırmışam, inanın. Düzdür, anlaması yerindədir, şükür indi oxuyur, xətti düzəlib. Riyazi bacarıqları mükəmməl deyil, amma ən azı vurma, bölmə, toplama, çıxma bunu edir. IQ səviyyəsi istədiyim kimi deyil, bəlkə illər sonra uşağı o qədər belə təbliğ etmişik ki, mən də anası da, uşaq deyir 20 yaşında insan hər şeyi dərk edir. Qız uşağı bunu artıq heç olmasa dərk edirsə, mənim üçün böyük bir uğurdur. Biri var, tamamilə təhsildən uzaq ola, gərəksiz olduğunu düşünə. Qızın da təhsil olması mənim üçün faciədir. Ona görə ən əsası bir baza biliyi olub, peşə yönümlü olması mənim üçün uğurdur. Dəyərli kollega Sevinç Hüseynova, minnətdaram. Öz üzərində çalışan keyfiyyət təcəssümü sizin kimi müəllimlərimiz. İnanırsınız, mənim belə bəzi şeylərə gücüm çatmır. İstəyərdim çox şey dəyişim, çox yeniliklər edim, amma səsim ancaq sizlərə çatdığı qədər də və inanıram ki, bir gün biz çox şey həll edə biləcəyik bərabər. Yenə çox sağ olun, xoş sözlərinizə görə. Sağ olun, bir ailədə 3 uşaq və hər hərəsinin götürmə, öyrənmək bacarığı fərqlidir. Bəs necə etmək, dərsləri yaxşı olsun? Siz 3 uşaqdan 3 eyni istiqaməti necə gözləyə bilirsiniz? Bu mümkün deyil axı. Ortanı saxlamaq üçün. 3 uşağın üçündə fərqli ehtiyacları, istəkləri var. Baxın, görün, akademik biliklə yanaşı maraq dairələri nədir? Baxın, uşaq var ki, futbola getmək istəyir, ailə onu yönləndirmir. Uşaq var ki, şahmata getmək istəyir, ailə onu yönləndirmir. Əgər bir yəni sağ-sol yarım kürə deyirik də beyində emosional zəkanın IQ. EQ-nü, emosional boşluğu, uşaq beynində yəni emosional istəyi var, yaradıcı bir təfəkkürü var. Ya idmana getmək istəyir, ya rəsm, fərqi yoxdur da, yəni akademik bilikdən əlavə. Uşaq ona getmək istəyir, ya valideyn vaxt tapmır, ola bilər maddi cəhətdən də qınamıram, problem olsun. Uşağın həvəs alanı bir yerdə yoxdursa, akademik bilik də aşağı düşəcək. Ona görə uşaqların əlavə məşğuliyyətini yaradın. Badmintona mı getmək istəyir, basketbola mı getmək istəyir, üzgüçlüyə mi getmək istəyir, fərqi yoxdur. Getsin, dərsinə də məşğul olsun. 3 uşağın üçündə ayrı-ayrı istəyi var. 3 uşağın üçünə də eyni anda yetə bilməzsiniz. Və nə də valideynlər özlərinizi yetərsizlik duyğusuna kökləməyin. Siz də valideynlik dərsi keçməmisiniz. Siz də birdən-birə mükəmməl valideyn olmaq üçün yaradılmamısınız. Uşaqlarla bir yerdə siz də böyüyürsünüz. Uşaqların səhvindən siz də daha yaxşı mükəmməl valideyn formanızı formalaşdırırsınız. Qorxmayın. Birinin akademik biliyi yüksəkdirsə, o birinin peşə bacarığı yüksək ola bilər. Nailiyyət hardadırsa, onu qabartmağa, üzə çıxartmağa, o yöndə aparmağa çalışın. Yoxsa riyaziyyat zəifli hər kəs yüklənib riyaziyyatın üstə. Hazırlıqlar, bu. Uşaq zaten riyaziyyatı qavrasa, qavrayacaq. Deməli, bu uşağın başqa potensialı var. O potensialı üzə çıxardıb onun üzərində işləyin. İtirmək əvəzinə, yəni daha doğrusu qazanmaq əvəzinə itirdiyini daha itirə-itirə gedir. Uşaq özü də artıq bataqlıqda batır, çıxa da bilmir. Qorxudan nəsə öyrənib müəyyən müddət o da yoxa çıxır. Təəssüf etsin ki, müəllimlər azdır. İndi müəllimlər ancaq dərsimi dedim, işim bitdi, bu cür düşünür. Ay, yaxşı müəllimlərimiz çoxdur. Yəni onu da deyək. Çox sağ olun yenə də iltifatınız üçün. Zəif uşaqlarla necə işləməli? Qeyd etdiyimiz kimi 45 dəqiqə bizə verilən vaxtda o problemdir. Zəif uşağın zəif yanını görmək, onu aşkar etmək və daha doğrusu zəifliyi nədədir? Təəssüflər olsun ki, indi bir şeydir, əvvəlki təlimlərdə olan izləyicilərim bilir, ölkədə dərsliklərin çətin olmasına bağlı fikir özüm səsləndirmişəm. Üzr istəyirəm. Spiker olduğum müddətdə deputatlar, millət vəkilləri də konferansda iştirak edirdi. Çünki UNESCO-nun qərarından hal-hazırki dönəmdə, yəni biz Mehriban Əliyeva, bizim belə vitse-prezidentimiz, xoşməramlı səfir kimi UNESCO-nun üzvüdür. Onun özünün şükürlər olsun ki, təhsilə, uşaqlara böyük dəstəyi var. UNESCO-nun qərarından dərsliklər əlçatan olmadı. Bu əlçatanlıq nədir? Yəni, orta oxuyan uşaqda, zəif uşaqda, IQ zəkası yüksək uşaqda hər 3 etaplı uşaq üçün dərs öyrədici səviyyədə olmalıdır. Yoxsa bizim dərsliklər orta və daha yaxşı oxuyan uşaqlar üçün nəzərdə tutulub. Aşağı səviyyədə uşaq üçün dərslik yoxdur. Müəllimlər ona görə əziyyət çəkir. Və buna görə də uşaqlarla müəllimlər, valideyn arasında anlaşılmazlıq yaranır. Çünki hər bir valideyn övladının yaxşı nəticədə olmasını istəyir, hər bir valideyn də övladının yüksək nəticə gözləyir. Onun zəif yanını görmür.
zəif yanını görən bizlərik. Bizlər də bunu deyə bilmirik və bir uşağa çox, bir uşağa az tapşırıq da verə bilmirik. Bu zaman yenə problem yaranacaq. Müəllim mənim uşağıma niyə az dərs verib? Onu daha çox dərs verib ki, o daha yaxşı öyrənsin. Problem, yəni kökdən qaynaqlanır. Bunu mənə bir çox insan deyib ki, rəssam dizayner. Görürsünüz, uşağı görmədən, bilmədən artıq çözə bildi, şükür olsun. Nə gözəl. Ödənməyən tələbat nə vaxtsa özünü büruzə verəcək. Mütləq Zəhra xanım düzü. Təşəkkür edirəm Firuzə Qədimova, minnətdaram. Kənd yerdir, elə göndərə bilmirəm. Aha, evdə nə edə bilək? Rəsm albomu, gəlin və sair mütləq. Bu arada çox təşəkkür edirəm. Dəyərli təlim oldu, minnətdaram. Suallar çoxdur deyənə tez-tez danışıram, üzürlü sayın. Yəni kimsə fikirləşməsin ki, bu qədər sürətli danışmaq istəyirdim. Amma sual çoxdur deyənə maksimum vaxtı idarə etməyə çalışıram. Kənd yeridir, evdə. Palçığınız varmı? Həyətdə. Qoyun uşaq həyətə düşsün. Daşı daş üstə qoysun. Kubiki kubik üstə qoysun. Palçıq düzəlsin, yapma eləsin. Plastilin varmı? Yəni şükür Allaha, dükan bazarlar, kənd yeri də olsa var. Plastilin alın, istifadə eləsin. Muncuq verin. Muncuqda nə isə düz qoş eləsin, əgər qızsa. Oğlandırsa taxtaları verin. Mismar istifadə etməyi öyrədin. Zaten layihə əsaslı təlimlərin, tədrisin əsas hissəsi. Taxtanı taxtanın üstə qoysun, nəsə düzəlsin. Atasından bir yerdə vaxt keçirsin. Kənd yerdə nə gözəl. Həyətdə qoyun, quzu, toyuq, cücə nə varsa, onlar biraz belə deyək də, əyləncə kimi məşğuliyyətə çevirin. Burada qorxulu bir hal yoxdur. Zaten Elon Musk'ın özündən, Mark Zuckerberg'in özündən fərqi yoxdur. Elektrotexnikanı yaradanlar, bizə bu sosial şəbəkəni yaradanlar, bunların hər birinin övladları Montessori tipli məktəblərdə təhsil alırlar. Orada necədir? Taxta qab-qacaq özü bişirir, özü düşürür, özü yuyur, özü hazırlayır, xarabını özü düzəldir, düyməsini özü tikir. Məgər bizim yaşadığımız ailə səviyyələri, onların ailə səviyyələrinin üstündürmü? Yox. Multimilyoner ailələr, amma uşaqların harada təhsil aldılar. Amma bizdə ən kasıb, orta təbəqə belə uşağı ali məktəbi qəbul olan kimi ən son iPhone modeli alır. Niyə? Uşağın hansı həyat nailiyyəti olub? Oxumaq zaten bunun borcu idi. Allah şükür, fitri istedadı var, nəsə qabağa gedib əla. Amma biri düyməsini tikə bilmir, biri bir kartof qızarda bilmir, biri qabını belə yuyub kənara qoya bilmir. İnklüziv təhsil deyirik, zaten əlil deməyəlim də, həyati bacarıqları olmayan uşaqları biz özümüz formalaşdırmışıq. Mən şəxsən sinifimdə pəncərəni özüm aça bilərəm, amma açmıram bəzən. Deyirəm, qızım, zəhmət olmasa pəncərəni aç. Sinifdə güllərim çoxdur, dibçəyi götür, kənara qoy. Qapını bağlaya bilərəm, bəzən açıq qoyuram. Şagirdimin adına müraciət edirəm. Zəhmət olmasa, Şahin, dur, qapını bağla. Çox sağ ol, təşəkkür edirəm və s. və ilaxır. Primitiv bir şeyləri dərsin içinə artıq mən müdaxilə etdirib salmışam ki, uşaq bilsin. Aha, tez-tez keçmiş suallar çoxdur. Dərsi pozmağa meyilli uşaqlar necə davranaq? Siz demiş, qışqırmaq. Dərsi pozmağa çalışırsa yaxınlaşın. Düz gözünün içinə baxın. Adını xitab edin. Tutalım. Xalidə siz. Xalidə, problem nədir qızım? Mən səni görürəm. Sən də məni görürsənmi? Başından təsdiqləyəcək ya da deyəcək, hə, görürəm. Başqa variantı yoxdur. Çünki düz gözünün içinə baxırsınız. Yuxarıda durmayın. Əgər böyükdürsə, təbii ki, göz kontaktı üçün yuxarıda dayanmalısınız. İbtidai isə aşağı əyilirik. Əyilməkdən qorxmuruq. Düz gözünün içinə baxırıq. Ondan boy səviyyəmiz eyni olur. Nəsə demək istəyirsənmi? Axı dərsə mane olursan. Mən səni belə təsəvvür etmirəm. Əgər problem varsa, dərsdən sonra səni dinləməyə hazıram. Nədir? Danışmaq istədiyin məqam varmı? Bəlkə yazmaq istəyirsən, mənə yaz de. Danışmaq istəmirsənsə. Uşağa yaxın olduğunuzu bildirin. Yoxsa ki, dərsi pozursan, çıx sinifdən, bu nədir, dərs keçə bilmirəm. Düşünəcək ki, kiməsə deyirsinizsə, amma öz adından xitab, ona müraciət, onun səviyyəsində olduğunuzu, yəni boy cəhətdən, göz cəhətdən bildirəndə 2-3 dəfədən sonra bunu pozmayacaq, etməyəcək. Və bir də uşaqların məsuliyyət yükləyin. Dəftəri payla, testləri yığ, iş vərəqi payla, ən çox onu işə yönləndirin ki, işə alışsın və sizdən artıq əmri gözləsin. Hər bir uşaq əmrə tabidir. Autizm spektr uşaqlarla görürsə necə işlər? Əmr xarakterli, yəni vurğu ilə, yəni əmr edirəm, onu et, bunu et, yox. Səs tonunda amiranə olmaqda əmr etmək. Daha sonra ipucu istərdim. Biraz boşluq olub əvvəllər. Hamı danışmaq istəyir, onu toparlamaq üçün ipucu istərdim. Hamı danışmaq istəyir, 2 sual birinə verin, 1 sual birinə verin. Ən zəif yanda hansıdır mövzuda biləcəksiniz də uşaqlar əl qaldıranda. Yəni mövzu
saxlamayın ki 3 uşaqdan bugün, 5 uşaqdan bugün. Dərsi elə qurun ki, sən də fikrində, sən də fikrində. Amma bir uşağa uzun-uzadı vaxt verməyin. Qısa, net öz cümlələr. Əsas dərsin ürəyini almağa çalışın. Uşaqlar ChatGPT-dən istifadə edərək axtarış etmək istəyir. Bu düzgündürmü? 5-ci sinifdir. Edirlər, hər biri edir. Yəni deyin ki, orada da səhv məlumat ola bilər. Axtarış edirsən əla, amma sən yaradıcı təfəkkürün mənə maraqlıdır. Sən bundan daha yaxşı edə bilərsən. İpucu oradan götür. Zaten süni intellekt insanların həyatını asanlaşdırmaq üçündür. Biz onu qadağa qoya bilmərik. Biz qadağa qoysaq belə, mənim kimi qadağa qoyan insan belə. Zaten görürəm uşaqlarda yenə belə hallar pozulur. Ona görə də əlavə qrup işləri sinifdə tez-tez edin ki, yaradıcı təfəkkürləri işə düşsün. Çox sağ olun. Siz harada işləyirsiniz? Təlimlərim olur, bəli. Mən lisey müəlliməsiyəm, amma psixologiya fəaliyyətim də var. Əsas bu dəqiqə mənim işim tələb olunan müəllimlərə təlim verməkdir. Spektr uşaqlarla işləmirəm, yalan deməyim, amma təlimlərdən çox müəllimləri maarifləndirmək deməyəlim də fikir mübadiləsi aparmaqdır. Çünki ehtiyac çoxdur, sağ olsunlar. Həddindən artıq hər kəsə təşəkkür edirəm ki, cavan kadrlar da çox müraciət edirlər. Məndən yaşlı böyüklər də bu xoşdur. Çünki birimizin bilib, birimizin bilmədiyini müzakirə əsasında öyrənirik. Burada problemli heç nə bir şey yoxdur. Mən kimya fənni üzrə dəhşət həvəsim var, çox əla da bilirəm, amma tam cəsarət edib uşaq hazırlaşdıra bilmirəm. Qeyd edim ki, oxuduğumuz ixtisasına heç uyğun olmayan ixtisasdır. Problem odur. Yəni bu dəqiqə narahat olmayın. Başqa fənlərdə qutarıb, amma işləyənlər var. Əgər hazırlaşdıra bilirsinizsə, cəmiyyət necə edə bilərəm, bu fəni daha kurslara müraciət edin. İçinizdə potensial varsa, kurslara müraciət edin. Siz sınaq müddətinə götürsünlər, nəticənizə baxsınlar. Əgər yaxşıdırsa davam edə bilərsiniz. İkinci təhsil, əgər onu istəyirsinizsə davam etdirə bilərsiniz. Mən həmişə idmana getmək istəmişəm, valideynlərim qoymayıb, qız uşağı nədir? Aha, görürsünüz. İçinizdə qalan o bəzi şeylər zaman-zaman özünü biruzə verir. Həqiqətən çox gözəl müəllimsiniz. Minnətdaram. Özüm şagirdi olsaydım. Can, çox sağ olun. Allah razı olsun. Ağdamlı kimdirsə. Minnətdaram. Əksər ailələr yalnız qız uşaqların əmək tərbiyəsini cəlb edir. Oğlanlar isə uşaq edir. Oğlan, aha, o problemdir. Ona görə gəlin indi bir şeyə nəzər salaq ki, selektiv abort üzrə Azərbaycan təsvir olsun ki, dünyada öndə gələn sıralardayıq. Yəni, hər kəs istəyir oğlu olsun, oğlu olsun, oğlu olsun. Hər dəfə də qeyd edirəm ki, ölkədə bu qədər oğlan uşağı dünyaya gəlir və bu qədər oğlan uşağı dünyaya gəldiyi təqdirdə niyə cəmiyyətin aparıcı qüvvəsi hara gedirsən xanımlardır. Restoranda xanımlar, yaşayış obyektlərində xanımlar, ticarət obyektlərində xanımlar. Bu qədər oğlan uşağı dünyaya gəldirsə, niyə bu qədər xanım ortalıqdadır? Düz 44 günlük müharibədə, Allah rəhmət eləsin, şəhidlərimiz çox oldu. Amma ki, bu qədər oğlanın olduğu təqdirdə nüfuz sahibi xanımlar get-gedə çoxalır. Balansın pozulmasını istəmirəm, gender bərabərliyin pozulmasını istəmirəm. Kişi rolu, kişi modeli cəmiyyətə önəmlidir. Kişi sözünü vurğulaya deyirəm. Dırnaqarası yox. Söz hökmü, danışıq tərzi, üslubu, geyimi, bir çox şey var. O kişiliyin arxasında yatan çox məqam var. Gültəkindir. Çox gözəl. Təşəkkür edirəm. Xoş oldu Gültəkin xanım. Nəyi vurğulamaq istəyirdim? Oğlanlara öyrədəcəyimiz çox məqam var. Çünki oğlanlar müəyyən müddətdən sonra əskərlik dönəmində problem yaşayırlar. Ailəyə bağlı olan, ana ətəyindən yapışıb qalan oğlanlar problem yaşayır. Müəyyən müddət sonra oğlanları təşviq etmək lazımdır. Çıxaq gedək evdən. Öz yeməyini qızdırsın. Çıxaq gedək evdən çayını dəmləsin, içsin. Yəni, o allatma məqamında çıxaq gedək də. Yəni, aldadaq ki, işim var, getmişəm, indi gələcəm. Mən gələnə qədər zəhmət olmasa bir stəkan çay süzüb içərsən, mən də gələndə səndən isti çay bərabər oturub içərik. Yəni, uşağa niyə çay qoymamısan, başım ağrıyır, bu nədir, belə elə yox, eləməyəcək. Sənlə bərabər oturmaq istəyirəm. Mən gələnə qədər bunu hazırlasan, ürəyim, könlüm açılar. Bu kimi ifadələrlə ipə sapa yatacaqlar. Yoxsa ki, aman da ayaqqabısına mən bağlayım, köynəyində mən düyməliyim. Bu. Uşaqlar heç nə edə bilmir. İnanın, illər əvvəl autizm spektri uşaqlar olub. Amma onları belə deyək, korreksiya edən mütəxəssis olmayıb. Nə logoped olmayıb, nə psixoloq, nə defektolog, heç kim olmayıb. Onları korreksiya edən məhəllələr və ətraf yoldaşlar olub. Samakat sürüblər.
Plastini qabın içinə doldurub yapma eləyiblərmi? Motorika inkişaf edibmi? Kiçik motor bacarığı inkişaf edibmi? Edib. Velosiped yıxıla dura sürübmü? Samokat sürübmü? Böyük motor bacarığı inkişaf edib. Duyğusu yıxılıb, durub, o bunu vurub, bu bunu vurub. Məhəllə həyatıdır. Kim kimi vurmayıb, vurub. Daş oynayıblarmı? Və yaxud da ki, nə raqatqa oynanılıbmı? Bunların hamısı olub da uşaqlar özlərini dərəcədən çıxardıblar, yəni spektrdən çıxardıblar və uşaqlar 7 yaşına qədər dolu uşaqlıq yaşayıblar. Mən böyük qız idim, həyətdə məhəllədə oğlanlara ayaqlarına rezinkanı keçirib pirqılıq oynuyordum, 7 şiş oynuyordum və s. və ilaxır. Yəni bu qədər oyunu oynadığım təqdirdə bəlkə məndə də nələrsə olub. Amma zamanla mən də formalaşmışam. İndi hər şeyi maddiyyata yükləmişik. Valideyn pulu qazanır, mütəxəssis aparır. Valideyn pul qazanır, paket götürüb uşağı harasa aparır ki, mütəxəssis aparıram. Mütəxəssisdən də mütəxəssis anaların özləridir. Övladını daha yaxşı tanıyan, övladına bağı quran. Və yəni bütün bunların içində biz həmişə deyirəm, o toxluq içində yoxluqdayıq. Sual var idi, bir dənə baxım. Məndə açar söz olmur. Moderator xanımın özü sizə hansı açar söz verirsə, onu qəbul edərsiniz. Mən heç bir təlimdə açar söz vermirəm. Hansı kitab müəllimdən inkişafı üçün mütləq oxumalıdır? Varmı məsləhət bildikləriniz? Mən şəxsən öz adıma deyirəm, bir kitabdan yapışıb duran insan deyiləm. Bestsellər də oxuyuram, yəni maraqlanıram. Psixoloji kitablar, insan taleyləri oxuyuram və yaxud da ki, fərqli bir janrda olan adam deyiləm. Yalan deməyim. Hər bir kitab mən bilirəm ki, mənim üçün bir gizli xəzinədir. Mənim qardaşlarım artıq 10 yaşlarındadır, amma artıq ev yığışdırmaq, paltar sərmə, yemək yeməyə həvəsləri artıb gələcəkdə itməsin bu mesaj bircə saniyə. Xaricə gedəndə sən etməyəcəksən, nə gözəl, Allah saxlasın. Nə xoş bir SMS. Afərin sizə. Salam aleyküm. Aleyküm. Dərsdə uşaq dərs danışan vaxtı stres olub, bildiyini unudur. Müəllim uşağın stresini necə azalda bilər? Uşaq dərs danışanda stres yaşayırsa, deməli şuuraltı burada bir qorxu var. Əgər qorxu varsa, sizə baxanda mı qorxur? Və yaxud yerdən kimsə tez-tez onun səhvini düzəldəndə mi bu baş verir? Yəni, bunları nəzərə alın. Məsələn, mənim öz sinifimdə 2-ci sinifdə mənim sinifimə gələn bir oğlan şagirdim var idi. 1-ci sinif müəllimi bu nəsə söz deyəndə, səhv edəndə vururmuş. Gəldi mənim sinifimə, mən lövhəyi çıxartmışam, dərs danışmağa qorxur, cavab vermir. Anasına deyirəm, bir lövhə müəllimi, inan hamısını öyrənib. Əla, yaxşı, öyrəm, niyə danışmır? Bir gün dedim, düz tavana bax, yuxarı bax, heç kimə baxma. Sanki orada öz-özündən danışırsan. Daha sonra dedim, evdə güzgüdə danış. Daha sonra hansı uşaqla biraz ünsiyyəti varsa, qoydum o uşağın yanında əyləşsin, onunla yavaş-yavaş ünsiyyətə keçsin. İnanırsınız, indi maşallah 2 ildən sonra uşaq heç kim aman vermir. Yəni, onun yaş səviyyəsinə və stresin hansı səbəbdən qaynaqlandığını nəzərə alıb addım atsanız nəticə olacaq, qorxmayın. Bildiyini unudursa, nəsə orada bir alt səbəb var. Müəllim psixoloji hazırlıq və emosional intellekt dərsi prosesin səmərini necə artırır, keyfiyyətin çatışmazlığın problemi yaranması səbəb nə ola bilər? Onu bayaq qeyd elədim Firuzə xanım ki, əgər psixoloji cəhətdən hazırlığı, emosionallığı, intellekti dərs prosesinin səmərəliliğini, keyfiyyətini təsir edirsə, deməli, əsəbidirsə zəif olacaq, sinifdə nizam-intizam olmayacaq. Həddindən artıq mülayimdirsə, uşaqlar bir-birinə qarşı kim nə istəyir ifadəni səsləndirəcək. Daha sonra akademik bilik. Müəllim əgər tapşırıq yerinə yetirilməyibsə, göz yumursa, əşi balamsan, gəlin dəfə eləyərsən, bu da nəticəsiz qalacaq. Qayda olmalıdır. Biz müəllimik, o şagirdi, şagirdə qaydalar qoyulmalıdır və müəllim qışqır bağırla yox və yaxud da ki, belə deyim də, boş yerə hədə ilə yox və ən çox da tənqidlə yox. Etməliydin, şagirsən, vəzifən, borcun nədir? Əvvəldən onlar deyilir. 3-4 dərsdən bir də xatırladılır. Həyat bilgisində də var vəzifələrimiz, borclarımız və həyatla əlaqələndiririk. Atanın borcu nədir? Ailə saxlamaq, pul qazanmaq. Ananın borcu nədir? Səliqə, səhman, yemək işləri. Aha, gəlin indi müasir ailə modelinə baxaq. Ana da işləyir, ata da işləyir. Ata evə gələndə anaya kömək edirmi? İndi şükür Allaha ki, bir çox ailələrdə atalar kömək edir. Bəli, deməli rollar dəyişə bilirmi? Bəli, amma vəzifə nə qalır? Eyni qalır. Ailənin qayğısını hamı çəkməliyik. Okey, sinifə qayıdırıq. Əgər müəllim bizə nəyisə tələb edirsə, nə üçündür? Oxumaq üçün. Mən burada, siz burada. Nə üçün varıq?
mövzunu daha yaxşı araşdırmaq üçün. Başa düşməyən qalıbmı? Əla. Gəlin indi sinif müzakirəsinə keçək. Əgər bu da nəticəsiz qalırsa, uşaqların tənəffüsdə bir-birinə müzakirə etməsinə şərait yaratmalıyıq. Uşaq bir-birinə müzakirə edəndə müəllimə vermədiyi sualı yoldaşına verir. Bunun özü belə inkişafa yönümlüdür. Uşaqların liderlik bacarığı, öyrətmə potensialı, nitqini inkişaf etdirmə, ünsiyyət bacarığı formalaşır. Sualı olan varmı? Mənə görə bir kitab yoxdur. Hər bir uşaq bir psixologiyadır. Mütləq, bəli. Təcrübə aparmaq daha dərindən araşdırıb etməklə öyrənmək olur. Qeyd edirəm. Məsələn, mən Alininonu da sevirəm. İvan Botton həyatında oxumuşam, sevirəm. Çərpələng uçuran da sevirəm. Nargin adasını da sevirəm. Sonuncu dəfə Elçin Henna mənə kitab təqdim etmişdi. Öz imzası sağ olsun. Çözüm. O da maraqlı kitabdır. Satışda var, oxuya bilərsiniz. Yəni, bilmirəm, o qədər kitab var ki, kitabxanımda. Bilmirəm hansının adını deyəm. Ona görə hər kəsin ixtiyarına ötürürəm bunu. Çox sağ Firuzə xanım. Bugünkü günün ən aktiv üzvü təlimin Firuzə xanım oldu. Mövzuya uyğun daha çox suallar verdi ona görə. Amma hər kəs çox aktiv idi, çox xoş oldu. Gecənin bu vəddəsinə görə hər kəsə, təlimdə olan hər bir kəsə dərin minnətdarlığımı bildirirəm. Sualı olan varmı? Yoxsa sizləri yordummu, sağollaşımı? İstəmirəm kimsə ürəyində sualı qalsın. Maksimum sualları cavablandırdım. Çox sağ olun, minnətdaram. Təşəkkür. Çox sağ olun Ülviyə xanım. Çox maraqlı, çox hal-hazırki dövrlə əlaqədar olaraq hər bir nüansa toxundunuz. Mən də öz adımdan, təlimçilərimizin adından, yəni qoşulanlar adından təşəkkürlərimizi bildiririk. Çox sağ olun. Təşəkkür edirəm. Dəvət üçün təşəkkür edirəm. Gecənin bu vədəsində baxdım arada 74-75 nəfər oldu. Az adam deyil. Hər dəfə qeyd edirəm. Son dönəmlər təlim verənlərimiz çoxdur. Mövzular eynidir demək olar ki, mövzu belə seçəndə utanmadan qeyd edirəm ki, çətinlik çəkirik. Eyni mövzuları dəfələrlə artıq özümüz belə, çünki hara getsək eyni üçbucağa gəlib çatırıq. Dəvət üçün təşəkkür. Qoşulan hər kəsə təşəkkür. Hər kəsin şəxsi həyatında uğurlar arzulayıram. Özünə yatırım edən hər kəsin inanın ki, nəticəsi olacaq. Öz üzərinizə işləyirsiniz. Bu çox sevindirici haldır. Bilikdir, xərcləndikcə çoxalır. Nə gözəl ki, çoxalırsınız. Belə olanda mən deyirəm, sizlər mənim dan ulduzlarımsınız. Parlayın. Mən sizlərin heç birinizin parlamağınızdan qorxmuram. Sizlər parlayın ki, biz də zaten təqaüdə çıxmağımıza çox az vaxt qalacaq. Göz yumub açacağıq ki, bizlər artıq təqaüdə çıxırıq. Bizdən sonraki nəsillər artıq sizlərsiniz. Sizlər parlayın ki, cəmiyyətimiz parlasın. Azərbaycan çiçəklənsin. Azərbaycan dəyərli ölkədir. Mən patriotam, çox patriotam. Yəni Azərbaycan deyəndə gözüm dolur. Özümə nasıl deyil. Sizlərə əmanət, ölkəm sizlərə əmanət. O qədər parlayın ki, hər yerdə, hər zaman səsiniz ucalardan gəlsin. Və mən də fəxrlə deyim ki, biriniz geri dönüş edəndə feedbacklər olur hər təlimdən sonra, çox sevindirici haldır. Və o zaman da mən də deyim ki, nə xoş mənə ki, bu müəllimi yadında qalmışam. Bir sözüm bu müəllim üçün dəyərli olub. Var olun, gecəniz xeyrə, Allah əmanəti, sağ olun. Sağ olun, xeyrə qarşı bizə təşəkkürlərimizi bildiririk. Açar söz müəllim olacaq. Elə çox gözəl danışdınız, çox gözəl müəllimlik kimi fəaliyyət göstərirsiniz. Sizə də həyatınızda uğurlar arzu edirik.